Baxaq didaktik prinsiplərə. Deməli, müəllimlər, bizim təhsilin məzmunu didaktik prinsiplər əsasında müəyyənləşir. Bu da hansı didaktik prinsiplərdir? Nəticə yönümlülükdür, uşaq yönümlülükdür, şəxsiyyət yönümlülükdür, inkişaf yönümlülük, tələb yönümlülük, varislik, inteqrativlik, azərbaycançılıq və dünyəvilik. Bu bizim didaktik prinsiplərimizdir və mütləq ki, biz təlimimizi təşkil edərkən bunları nəzərə almalıyıq. Təhsilimizin məzmunu bu didaktik prinsiplər əsasında müəyyənləşir. Nəticə yönümlülük dedikdə nəyi nəzərdə tuturuq? Baxın, deyir təhsilin məzmunun əvvəlcədən müəyyən olmuş nəticələr əsasında müəyyən edilməsi. Yəni, müəllim əgər ki, əvvəlcədən planını qurmasa, müəllim konstruktiv, tədbirli, hazırlıqlı, proqnozlaşdırma bacarığı olmayan, hazırlıqlı dedim, proqnozlaşdırma bacarığı olan deyə onda müsbətlə verirəm. Proqnozlaşdırma bacarığı olan, tədbirli, hazırlıqlı, daha sonra məqsədlərini əvvəlcədən müəyyən edən bir müəllimdirsə, əlbəttə ki, nəticəyə daha tez çatacaq. Düzdür? Nəticə yönümlülük nədir? Qısa zamanda, yəni mən strategiyalar qururam, məntiqli qərarlar qəbul edirəm. Çox üzr istəyirəm qoşula bilməyən müəllimlər üçün video izaha baxarlar. Yəni həqiqətən çox üzrlü sayın. Deməli, nəticə yönümlülük nədir? Yəni, müəllim əvvəlcədən planını qurmalıdır, hazırlıqlı, tədbirli olmalıdır. Yəni, mən gedəcəyim yolu müəyyən etməliyəm ki, sonra o yol əsasında addımlayım. Düzdür? Yəni, mən ilk öncə hədəfimi müəyyən etməliyəm. Mən bunu dərslərdə necə izah edirəm? Misal üçün, mən ilk öncə hansı qrupa işimi verəcəmsə, onu bilməliyəm. Yəni, müəyyən etməliyəm ki, mən bu qrupa verəcəm işimi, misal üçün, universitetlə bağlı. Sonra o istiqamətdə hazırlıqlarımı görməliyəm. Düzdür? Yoxsa mən birinci başlayım hazırlıqlara gedim, sonra da baxım ki, həm mən 3-cü qrupa işimi vermək istəyirəm, 2-ci qrupa işimi vermək istəyirəm. Əlbəttə ki, mən nəticə əldə etməyəcəm, düzdür? Niyə əldə etməyəcəm? Çünki mənim hazırlaşdığım fənlər bəlkə də heç o qrupa uyğun deyil. Eləcə də təlimdə də elədir. Yəni müəllim bəlkə də məqsədlərini müəyyən etməmiş dərsə gedir, hədəflərini müəyyən etməyib gedib fəaliyyət təşkil edir, yəni uşaqları fəaliyyətlərə sövq edir, amma bilmir ki, nəyi formalaşdıracaq uşaqlarda, nəyi öyrədəcək. Anlayırsınız? Yəni nəticə yönümlü hər bir şeyi əvvəlcədən düşünmək, məntiqli qərarlar qəbul etmək, bilmək ki, sonda sən nəyə yönəlirsən, sonda hansı nəticəni gözləyirsən. Bax bu dərsinin sonunda hansı bilik bacarığı uşaqda formalaşdırmaq istəyirsən. Bunu müəyyənləşdirdin, sonra çox asandır. Baxın, planımı əvvəlcədən quran bir müəlliməmsə, əlbəttə nəticə yönümlüyəm, məqsəd yönümlüyəm, hədəf yönümlü müəlliməm, konstruktiv müəlliməm, proaktiv müəlliməm, yəni proaktiv yanaşmada olan bir müəlliməm. Bunların açıqlamasını verəcəm terminlərin. Yəni anlayırsınız, hər bir şey əvvəlcədən düşünürəm və ümumiyyətlə əvvəlcə sözü varsa, 99% hallarda nəticə yönümlülükdür. 1% istisna var ki, onu deyəcəm. Amma 99% hallarda əvvəlcədən plan qurmaq, əvvəlcədən məqsədlərini müəyyən etmək, əvvəlcədən hədəflərini müəyyənləşdirmək və yaxud sonda da nəticə yönümlülükdür. Məsəl üçün, ilin sonunda uşaqlarda bilik bacarıqları formalaşdırdı. Dərsin sonunda və yaxud təlimin sonunda məqsədinə çatdı, hədəfinə çatdı. Yaş qrupun sonunda tələb olunan bilik bacarığı uşaqda formalaşdırdı. Görürsünüz, son bir də əvvəl. Çünki sonda nəticə əldə edirəmsə, İstər dərsin sonu, istər ilin sonu. İlin sonu nəticəmə çatıramsa, deməli dövlətin tələbini reallaşdırıram da, nəticə yönümlüyəm. Görürsünüz, mən artıq bilirəm ki, mən dövlətin istəklərini, tələblərini reallaşdırdım. Bir də ki, dərsin sonunda da yenə, deməli mən planımı həqiqətən səmərəli təşkil etmişəm, düzgün qurmuşam, məntiqli qərarlar qəbul etmişəm və onun əsasında dərsimi təşkil edərək əlbəttə ki, nəticə əldə edəcəm. Yəni nəticə əvvəlcədən nəyi istəyirsənsə, onu müəyyən etməkdir. Bax, mən nə istəyirəm bu dərsdən? Mənim məqsədim nədir bu dərsdən? Bu dərsdə uşaqlara bunu formalaşdırmaq. İndi mən bunu formalaşdırmaq üçün hansı addımlar atmalıyam? Necə etməliyəm ki, mən bunu uşaqlarda formalaşdırım? Bunun hər bir şeyi xırdalığına qədər düşünürəm. Baxın, hər bir şeyi düşünürəm ki, bunu istifadə edəcəm, buna sövq edəcəm uşaqları, bunu qazanacaq uşaqlar, bunu izah edəcəm, burada bundan istifadə edəcəm və s. və s. və s. Və əlbəttə ki, nəticəmi daha qısa zamanda maksimum optimal nəticə əldə edəcəm. Nəticə yönümlülük bu qədər. Yəni əvvəlcədən sözü görürsünüzsə, əvvəlcədən müəllim planını qurur, əvvəlcədən hədəflərini müəyyən edir, əvvəlcədən məqsədlərini mesajlara sonra baxacağam. Oy. Bir gözümdə chat bölməsində qalıb, chat deyəni WhatsApp-da. Çox heyflənirəm, amma nə edim? Deməli, əvvəlcədən yenə qeyd edirəm, hədəflərini, məqsədlərini müəyyən etmək, daha sonra əvvəlcədən plan qurmaq. Bax, plan qurmaq çox vacibdir. Plansız müəllim nəticəsiz müəllim üçün bir şeydir. Çünki mən plan qurmasam, gedib vaxtımı boşa itirəcəm. Biri var, mən əvvəlcədən plan qururam, gedirəm, dərsimi təşkil edirəm, effektiv, optimal da, maksimumda nəticə əldə edirəm. Çünki bilirsiniz, o planı qurmağa sərf edəcəyim vaxtı dərsə sərf edirəm. Amma plan qurmasam, gedəcəm, oturacam dərsdə, dərs misal üçün 15-20 dəqiqədir, yarım saatda deyək ki, maksimum dərs, oturacam orada başlayacam düşünməyə. Bu gün nə keçim uşaqlara? Hansı məqsədləri qoyum? Hansı fəaliyyətə sövq edim uşaqlara? Hansı iş üsulları, iş formalarını seçim? Və mənim dərsimin elə 10-15 dəqiqəsi getdi plan qurmağa. 5-10 dəqiqəyə nə nəticə əldə edəcəksiniz? Görürsünüz, yəni deməli mən çox zaman sərf edərək
minimum nəticə əldə edəcəm. Amma bu nəticə yönlü didaktik prinsipi özündə formalaşdıran, onun belə deyim tələblərini reallaşdıran bir müəllim əlbəttə ki, hazırlıqlı olur, tədbirli olur, hər bir şeyi əvvəlcədən düşünür, hər bir şeyi əvvəlcədən planlayır, məqsədlərini, hədəflərini müəyyən edir və əlbəttə ki, məqsəd yönümlü, nəticə yönümlü müəllim də sonda mütləq ki, nəticəsini çatacaq. Bax, bu da oldu bir sonda, bir də əvvəldə sözüm. Sonra uşaq yönümlü. Uşaq yönümlü müəllimlər, yəni bilirsiniz ki, təhsilimiz bizdən tələb edir ki, uşaqları mərkəzdə tutaq, uşağın meyl marağını, potensialını, təhsil tələbatını, onun ehtiyaclarını, yaradıcı potensialını, hər bir şeyi inkişaf elətdirək. Deyir, bax, sən əvvəllər ənənəvi təhsil idi də, məsəl üçün müəllim yönümlü idi. Necə idi? Bax, bu bir növ passivlə aktivi də izah edirəm sizə. Əvvəllər ənənəvi müəllim yönümlü idi. Hər biriniz də məktəbdə oxumusunuz, ikisi də mən qarışıq. Necə idi? Müəllim gəlirdi, eləcə dərsi danışırdı əzbərə, sonra çıxırdı gedir. Düzdür? Bizdən də soruşur ki, dur əzbəri danış. Əzbər idi, əzbərçilik. Yəni o qədər idraki fəallığımız, hə düşünək, testlər işlətsin müəllimimizə, heç test işlədiyiniz ağlınıza gəlir, yadınıza da salırsınız. Mən heç yadıma gəlmir ki, mən test nə vaxtsa məktəbdə işləmişəm və yaxud deyil. Bu arada çoxdan bitirmişəm. Hə, mən həqiqətən xatırlamıram ki, biz dərsdə test işləmişik və yaxud müəllim bizi hər hansı bir tədqiqata sövq edib və yaxud müəllim bizi belə deyim, müşahidələr yaradıb ki, gedib müşahidələr aparaq, yəni müşahidə edək hər hansı bir prosesi. Heç nə. Yəni sadəcə gəlir dərsi danışırdı. Biz də onun məsəl üçün mən əzbərçiyəm. Ağzından nə götürdüm, onu çıxırdım, danışırdım və yaxud dərs oxurdum, əzbərə yenə çıxırdım, danışırdım. Bu da 5 gün sonra uçub gedirdi beynimizdən. Niyə? Çünki idraki fəallıq təmin olunmurdu. Yəni sadəcə passiv şəkildə biz onu o məlumatı beynimizə qısa müddətli həkk etməyə çalışırdıq ki, əsas odur müəllim bizə qiymət versin. Əsas odur ki, hə mən 5-mi, 4-ümü alım, çıxım gedim. Amma indi deyir elə etmə. İndi deyir ki, müəllim sən və yaxud müəllim bizi məcbur edirdi, döyürdü, qulağımızı çəkirdi, saçımızı yolurdu, özümü də nümunə gətirirəm, halbuki bunlar məndən olmayıb. Ümumi deyirəm. Baxın nə edirdi? Müəllim bizi dustaq qoyurdu və yaxud qışqırırdı, danlayırdı hər kəsin içində. Ola bilər ki, pis sözlərdən istifadə edirdi, bizi təhqir edirdi və s. Və heç kim buna qarşı çıxmırdı. Niyə? Çünki o zaman müəllim yönümlü idi və o metod həqiqətən düzgün hesab edilirdi. Deyirlər, hə, bax bu metod uyğundur. Müəllim nə istəyir? Müəllim istəyir ki, bizim uşaqlarımız uğur qazansın, getsin, belə deyim, yüksək nəticə toplasın. Amma əslində anlamırdılar ki, uşaqlar travmalayırlar. Amma indiki bugünkü təhsil bizdən tələb edir ki, uşaq yönümlü yanaşmada olaq. Bax deyir ki, uşaq yönümlü nədir? Uşağın yanında, uşağı düşün hər addım atanda. Bax uşaq yönümlüdə bu situasiyanı sizə yaradanda hər zaman müəllimin adından verəcək. Çünki müəllim uşağı nəzərə almalıdır hər bir addımında. Hər bir addımda müəllim uşağı nəzərə almalıdır. Oyun seçirəm, uşağı maraqlıdırmı düşünürəm. Plan qururam. Bax, plan qurarkən belə ən vacib biz uşaq yönümlü didaktik prinsipi nəzərə almalıyıq. Niyə? Çünki plan qurmaq düzdür, nəticə yönümlüdür. Amma mən plan qurarkən düşünürəm ki, uşaq bu məqsədə çata biləcəkmi? Uşağa bu dərs nə qazandıracaq? Uşağa maraqlı olacaqmı bu iş üsulları, iş formaları? Görürsüz, yəni uşağı düşünürəm. Məqsədlərim həqiqətən uşaqlar üçün müvafiq olacaqmı? Yəni onu yerinə yetirə biləcəklərmi? Yoxsa elə mən belə deyim, çətin məqsədlər təyin edirəm, əsas odur ki, məqsəd olsun. Necəsiz uşağı düşünürəm, uşaq yönümlü yanaşmadayam. Və yaxud uşaqların meyl marağını nəzərə almaq. Yəni bax görürsüz dərslərdə deyir ki, məşğələlər təşkil et, məşğələlərin maraqlı olsun, oyunlardan istifadə et. Niyə? Çünki oyun uşağın aparıcı fəaliyyətidir və əyləncə xarakteri daşısa da sən o əyləncə vasitəsilə eyni zamanda uşağı inkişaf elətdirirsən. Müəllimləri heç nə edə bilmirəm. Aha. Deməli, nə edirik və uşağı inkişaf elətdiririk hər tərəfli. Düzdür? Nə edirəm mən? Uşaqlara oyunlar vasitəsilə didaktik oyunlarımız da var əlbəttə ki, bizim mütəhric də, yəni hansı məqsədi qoyuramsa, onun uyğunda oyun seçmək asandır, o çətin deyil. Uşağın zehni cəhətdən də inkişaf elətdirəm, nitq bacarıqlarında və s. bu oyun dərsimizdə izah edəcəm. Daha sonra uşağa diferensial yanaşıram. Baxın, təlimdə bərabər imkanlar yaratmaq, bu da uşaq yönümlüdür. Uşaqlar üçün eyni şəraiti yaratmaq uşaq yönümlüdür. Çünki mən uşaqları seçmirəm. Baxın, ola bilər ki, irqinə, dininə, cinsinə və s. deyər, o dünyabilikdir də. Amma ki, normalda uşaqlar üçün, əgər mən uşağın hansısansa qərəzli davranıramsa, deyirəm, bax, ay uşaq, gəl sən bu yeməyi sənə vermirəm, sən get otur orada. Və yaxud gəl sən bu oyuncaqla oyna, sən oynama. Və yaxud o güşədən sadəcə o qrup uşaqlar istifadə edə bilər. Uşaqlar, siz əlinizi vurmayın. Bax, burada qərəzli davranıram və uşaq yönümlüyü pozuram. Deməli, təlimdə bərabər imkanlar yaratmaq bütün uşaqlar üçün. Amma o bərabərliyin içində də deyir diferensiallığı nəzərə al. Çünki qrupunda sim uşağı da ola bilər, düzdür? Normal tipik uşaq da olar. Elə güşələr var ki, məsələn, oradakı vəsaiti bu uşaq deyək ki, serebral iflisdə müəyyən məhdudiyyəti var fiziki cəhətdən, onu götürə bilmir. Sən o maneələri aradan qaldırmalısan. O zaman da deməli uşaq yönümlü. Yəni o uşağı nəzərə alsan da ən vacibi bax uşaq yönümlüdə uşağı nəzərə almaqdır. Hər addımda nəzərə al. Nəzərə al nədir? Yəni o uşağı düşün, o uşağı gör, o uşağı
Nəzərə al eləcə qısaca deyək, nəzərə almaq. Çünki müəllim nə edir? Düşünür ki, bax uşaq irəli çata bilməyəcək. Gedir tez onun üçün o maneələri aradan qaldırır ki, uşaq da asanlıqla onu istifadə edə bilsin. Və yaxud tapşırıqdır. Uşaq ruhdan düşməsin. Ən vacibi eyni burada sağlam psixoloji mənəvi mühit qurmaq. Bax bu çox vacibdir. Sağlam psixoloji mühit varsa, inanın mənə, müəllim %100 uşaq yönümlü yanaşmadadır. Çünki uşaq özünü komfort zonasında hiss edəcək, yəni güvəndə. Baskı yoxdur, şiddət yoxdur, travma yoxdur, vurmaq, yəni şiddət psixoloji və ya fiziksel yoxdur. Uşağı təhqir etmirlər, uşağı alçaltmırlar, uşağa diqqətsiz yanaşmırlar, laqeyd yanaşmırlar. Məsəl üçün uşağa ələ salmırlar. Belə deyim, qərəzli davranmırlar. Görürsüz, yəni əlbəttə ki, uşaq burada özünü güvəndə hiss edəcək. Deməli, müəllim həqiqətən uşağı nəzərə alır ki, onu diqqətlə dinləyir. Uşağı nəzərə alır ki, onu motivasiya edir, həvəsləndirir, dəstək olur əslində, dəstəkləyici mühiti reallaşdırır. Çünki uşağa nə edirəm? Konstruktiv rəy verirəm, müsbət cəhətdə ona dəstək oluram sözlü şəkildə ki, uşaq ruhdan düşməsin, həvəslənsin və əlbəttə o zaman optimum nəticə əldə edəcəm dərsdən. Gözü yəni fəal iştirak edəcək. Daha sonra differensial yanaşma ilə, daha doğrusu sağlam psixoloji mühitdə idik. Nə edir müəllim? Əlbəttə ki, uşaqları konflikt edirlər. Mən onu göz ardı etmirəm ki, heç olmasa uşaq da vursunlar, uşaq da oynasın, belə etmirəm. Lakin uşaqları doğru şəkildə inkişaf elətdirirəm və doğru davranışlar onlarda formalaşdırıram. Yəni uşağın hər birini nəzərə alıram, o konfliktin qarşısını alıram ki, uşaqlar konflikt etməsin, dostluq münasibətində olsun. Daha sonra tapşırıq verəndə hər bir uşağı nəzərə alıram. Bax, tapşırıq verəndə ki, çətinlik çəkməsin. Biri çətinlik çəkən kimin ruhdan düşəcək. Müqayisələr etmirəm uşaqlar arasında. Baxın, müqayisə də öz aranızda götürün. Təsəvvür edin, dərsə qoşulmusunuz. Mən 2 dəqiqədən bir deyirəm ki, Arzu müəllimə, siz mükəmməlsiniz. Sizi qədər burada öyrənən başqa bir müəllim yoxdur. Digər müəllimlər, baxın Arzu müəlliməyə özünüzə bir nümunə götürün. Yəni sizin pisinizə gəlməz. Düşünürəm böyük insanlar olmamıza baxmayaraq biz də müəyyən qədər istər-istəməz Arzu müəlliməyə qarşı bir kin nifrətli olar ki, niyə müəllim onu tərifləyir, bizi tərifləmir. Bizim ondan nə əsiyimiz var ki? Və yaxud elə müəllim də var özünə qapanacaq ki, həqiqətən mən heç nə bacarmıram, mən heç nə bilmirəm, elə düzünü deyir. Uşaqlar daha da həssas olur. Onlar axı böyüklərin diqqətini sevir, istəyir ki, onları tərifləsinlər, mütəmadi olaraq onları izləsinlər də. Düzdürmü? Yəni istəyir ki, 5 dəqiqə uşağa diqqət yetirməyən kimi orada özündən çıxır, ta ora özünü atır, ora vurur ki, siz ona diqqət yetirəsiniz. Düzdür, yaxşı mənada deyirəm. Məsəl üçün nəsə bir hərəkətlər edir, şıltaqlıqlar edir ki, ona baxasınız. Yəni uşaq yönümlü hər bir uşağı nəzərə almaq. Eyni zamanda bax differensiallıq dedik, diaqnostik qiymətləndirmədə uşaq yönümlüdür, çünki uşağı tanımaq istəyirəm. Diaqnostik bütün qiymətləndirmələr əslində digər didaktik prinsipdir. Amma diaqnostik niyə uşaq yönümlüdür? Çünki mən bu qiymətləndirməni aparmaqda məqsədim uşaqları tanımaqdır. Onlar haqqında məlumat toplamaqdır. Bunu niyə istəyirəm? Nə edirəm mən onun haqqında məlumat? Əlbəttə ki, dərsi onun meylinə, marağına uyğun, onun təhsil tələbatına uyğun təşkil etmək. Yəni onun təhsil tələbatını ödəmək, dərs ona maraqlı olsun. Bilim ki, diqqəti yayınsa nə etsəm, hansı obraza bürünsəm, hansı əşyanı istifadə etsəm və yaxud hansı oynasam, uşaq mənə diqqət yetirəcək. Görürsüz, uşaq üçün edirəm bu diaqnostik qiymətləndirməni. Onu tanıyım, bilim nə bilir, nə harda çətinlik çəkməz. Məsələn, hansı tapşırığı versəm, uşaq çətinlik çəkməyəcək və s. və ilahi. Daha sonra differensiallığı dedik, potensialı nəzərə almaqdır, yaş xüsusiyyətlərini nəzərə almaqdır. Daha sonra uşağa yaradıcı tapşırıqlar veririk. Yəni bu bilirsiniz hansı qismdədir yaradıcı tapşırıq? Məsəl üçün uşağın rəqsə marağı var və yaxud da elə uşaq var ki, rəsmə meyl edir. Hərənin öz intellektual səviyyəsi var, özünün meyl etdiyi bir intellekti var və mən onu nəzərə almalıyam. Uşaq əgər ki, rəsmi sevirsə, əlbəttə ki, mən o istiqamətdə ona dəstək olmalıyam. Yoxsa deyim ki, o nəyə lazımdır? Sən də elə bütün gün şəkil çəkirsən, onu tulla bir tərəfə, gəl bu dərslə məşğul ol. Bu doğru deyil. O uşağın bilirsiniz həvəsini qursanını qoyursunuz bir növ. Həvəsi ölür uşağın, söndürürsünüz o həvəsi. Əksinə dəstək olmalıyam. Əksinə çalışdığım qədər əlindən gələn hər bir şey etməliyəm ki, uşaqlar heç nə edə bilmirəm. Uşaqlar nə etsinlər? Ruhdan düşməsin. Uşağı dəstəkləyim ki, həqiqətən bəlkə də bu gələcəkdə çox böyük bir rəssam olacaq, dizayner olacaq, stilist olacaq. Anlayırsınız, dəstək oluram. Elə uşaq var, rəqsə meyl edir. Eləsi var, yəni deyir ki, uşağa dəstək ol, onun həvəsini söndürmə. Çalış, nə istəyir, icazə ver etsin. Bax, ümumiyyətlə uşaqlara səhv edəndə belə çalışmalıyıq ki, düzgün şəkildə rəy verək. Qətiyyən uşağı qadağan etmək olmaz. Qətiyyən uşaqları qorxu altında sakit durun, səsini çıxmasın, və yaxud da əlimi dodağıma tutdum ki, sakit durun, səsini çıxmasın, olmaz. Bu da sağlam psixoloji mühitin pozulduğunun göstəricisidir. Uşaqları belə deyim, təsir altında saxlamaqdır da. Mən uşaqları qorxuduram və mənim qorxumdan uşaqlar sakit durur, səsini çıxartmır. Və yaxud mən deyirəm ki, heç nə ilə məşğul olmayacaqsa, sakitcə oturun, yenə eyni şeydir. Yəni yenə qeyd edirəm, uşaq yönümlü hər zaman uşağın mərkəzdə olması, sağlam psixoloji mühitin yaradılması, differensial yanaşmaq uşaqlara
uşaqlara bərabər imkanlar yaratmaq. Əlbəttə, əyani vəsaitlərdə bəlkə də 100 dəfə eşitmisiniz. Əyani vəsaitlərdən istifadə edirik. Niyə? Uşaqdır, elə öyrənir. Düzdür? Əyani vəsaitlər, yəni vizual olaraq uşaqlar daha çox öyrənir. Daha sonra oyunlarda biraz öncə qeyd etdik, yaradıcı potensial inkişaf elətdirən tapşırıqlarda yenə uşaq yönümlüdür. Bunların hər biri uşaq yönümlüdür. Müəllimin adından verir. Deyəcək ki, müəllim uşaq söz deyir, onun sözünü dinləmir. Uşağa laqeyd yanaşır. Hansı didaktik prinsip pozulur? Uşaq yönümlü. Müəllim uşaqlara qərəzli davranır. Uşaq yönümlü pozulur. Müəllim uşaqlara eyni tapşırıq verir dərəcədə, yenə uşaq yönümlü. Müəllim uşaqlara deməli, maneələri aradan qaldırmır və uşaqları çətinliklərə sövq edir. Yenə uşaq yönümlü pozulur. Müəllim uşağın meylini, istəyini nəzərə almır, uşaq yönümlüdür. Daha sonra müəllim uşağın yaradıcı potensialını inkişaf elətdirmir, yenə uşaq yönümlüdür. Daha sonra bircə saniyə. Deməli, yaradıcı potensialını inkişaf elətdirmir, yenə gözləyin görüm. Aha. Yenə uşaq yönümlüdür ki, müəllim uşağın nə edir? Potensialını inkişaf elətdirən tapşırıqlar vermir. Yəni, uşaq yönümlü bir də ki, iş üsulu, iş forması seçmək situasiyadan asılı olaraq dəyişir. Yəni, əgər ki, müəllim uşağın fəal iştirak etdiyi, yəni görür ki, uşaq bu iş üsulları, yəni metodları istifadə edir, metod elə iş üsuludur. İstifadə edəndə fəal iştirak edir, bilin ki, bu uşaq yönümlü yanaşmadır. Niyə? Çünki müəllim uşağın marağına uyğun iş üsulu, yəni metod, uşağın marağına uyğun metod seçib ki, uşaq orada fəal iştirak edir. Məsəl üçün, bax, mən çox danışan insanım, normalda da eləyəm həqiqətən. Çox danışana, məsəl üçün, mənə oturaq belə danışıq olmayan bir tapşırığa sövq etsə, mən sıxılaram düşünürəm. O zaman, amma müəllim nə edir? Məni nəql etməyə sövq edir. Müəllim mənə suallar verir. Müəllim məni müzakirəyə sövq edir. Elə fəal iştirak edirəm, amma həqiqətən belə canla başla. Niyə? Çünki sevirəm onu. O iş mənim ürəyimcədir. Daha doğrusu bu metod mənim ürəyimcədir. Elə uşaq var ki, hərəkətlidir, hiperaktivdir, hərəkətlidir. İndi hiperaktivi belə deyim, çox müəllim deyir ki, qaydalar, oturaqlığı öyrətmək lazımdır. Oturaqlığa da əslində hərəkətli oyunlar, qaydalı hərəkətli oyunlar vasitəsilə öyrədirsiniz. Yəni, mən birbaşa uşağa, hiperaktiv uşağa desəm, gəl otur, heç məni dinləməyəcək, heç mənim vecinə dalmayacaq. Amma mən o oyunlar vasitəsilə, yenə görürsünüz, oyundur, tərbiyə edicidir. Oyun vasitəsilə o qaydalı oyun, yavaş-yavaş onu oturaqlığa, daha doğrusu qaydalara əməl etməyə sövq edirəm. Uşağın heç ruhu da incimir ki, qaydaya əməl edir. Anlayırsınız? Yəni, bu da öz yerində. Misal üçün, hərəkətli uşaqlara kinestetik, yəni rollu oyunlar veririk, səhnələşdirmədə iştirak edir və s. və ilahi də yenə qeyd edirəm. Metodları seçəndə belə, əgər uşaq fəal iştirak edən bir metod seçirəmsə, uşaq yönümlüdür. Bax, deyəcək ki, müəllim uşaqlar üçün ən uyğun olan metodu seçir. Daha doğrusu özü ən uyğun olduğunu hesab etdiyi metodu seçir. Hansı didaktik prinsip pozulur? Uşaq yönümlü. Çünki sən özün uyğun olduğunu hesab etdiyini seçməməlisən. Uşaq hansında fəal iştirak edirsə, onu seçməlisən. Bax, bəlkə də mən deyirəm ki, mənim üçün bugünkü dərsdə ən gözəl metod əqli hücumdur. Amma bəlkə də digər uşaqlara maraqlı olmayacaq. Passiv oturacaqlar ki, bu nədir? Belə sıxılacaqlar dərsdə. Amma bir də var ki, mən baxıram, mənim uşaqlarım çox danışandır, mənim uşaqlarım daha doğrusu fəaldır da. Nə edirəm? Tez müzakirələr təşkil edirəm. Məsəl üçün, problemli vəziyyətlər yaradıram, səhnələşdirmə edirəm, nəql edirəm və s. Yəni, uyğun metodları seçirəm, hansı ki, onda uşaqlar fəal iştirak edir. Fəal nədir? Yəni, maraqlıdırsa fəal iştirak edirəm. Maraqlı deyilsə, əlbəttə, passiv olacaq. İndi birazdan sual-cavabda sizi görəcəm. Əgər ki, fəal iştirak etməsəniz, elə bilin ki, təlimimiz çox passiv, çox, belə deyim, səmərəsiz keçir. Daha sonra, uşaq yönümlü bildinizdə, yəni potensialını nəzərə almaq, tərifi necədir? Bax, tərifini mütləq öyrənin ki, inşallah ki, müsahibə mərhələsi hər birinizdə olacaq, istər sertifikasız, istərməyib, orada tərifin üzərindən cavab verin. Baxın, uşaq yönümlü təlim-tərbiyə prosesinin bilavasitə uşağın meyl və marağı, açar söz meyl, maraq, təhsil tələbatı istedad potensialının reallaşdırılmasına və inkişafına yönəldilmişdir. Amma açıqlamasını mən dedim. Uşaq yönümlü hər bir addımı atanda uşağı nəzərə almaq, uşaq yanında olmaq, uşağın adından düşünmək, uşağı yönləndirmək, qadağa etməmək, cəzalardan istifadə etməmək, sağlam psixoloji mühit qurmaq və s. və ilahi. Bu oldu uşaq yönümlü. Sağlam psixoloji mühitdə bildiyinizdə nədir? Adicə ola bilər ki, mən uşağa şiddət göstərmirəm, amma laqeyd yanaşıram uşağa. Mənə nəsə söz deyir, başımdan edirəm və yaxud da heç fikir vermirəm, sağa baxıram, sola baxıram. Bu da uşaqda özünə inamı azaldır. Amma sağlam psixoloji mühitdə uşağın özünə inamı azalmır. Əksinə, lider ruhlu olur, özünə inamlı olur, motivasiyası yüksək olur, həvəsli olur və s. və ilahi. Sonra keçək şəxsiyyət yönümlüyə. Şəxsiyyət yönümlü biraz belə bizim digər iki didaktik prinsipimizlə oxşardı deyə situasiyanı yaradanda yadınızda saxlayın, variantda ola bilər, indi bizdə də olubdu elə testlər, amma məntiqi baxımdan şəxsiyyət yönümlü didaktik prinsipdə əgər mədəni müxtəliflik verirsə, variantda ya şəxsiyyət yönümlü ya da Azərbaycançılıq verməlidir. Əgər ki,
daha doğrusu mədəni müxtəlifliyi dedim. Mədəni müxtəliflikdə ya şəxsiyyət yönümlülük, ya da dünyəviliyi verməlidir. Milli bəşəri dəyərlərdə isə yenə də ya şəxsiyyət yönümlülük, ya da azərbaycançılıq verməlidir variantda. Çünki ikisi də əslində doğrudur. İkisində də mədəni müxtəlifliyə hörmət var, yəni dünyəvilikdə də, şəxsiyyət yönümlülükdə də. İkisində də milli bəşəri dəyərlər var. Şəxsiyyət yönümlülükdə də, azərbaycançılıqda da. Görürsüz, yəni eyni olanda mən bunu pedaqoji tələblərdə də izah etmişəm. İkisində də eyni xüsusiyyətlər olanda variantda vermək yanlışdır. Çünki məsəl üçün meyl maraq pedaqoji tələblərdə nə demişdim? Dedim meyl maraq həm deməli nə də var idi? Bərabər imkanlar da var idi. Bir də ki, uşaq yönümlü də var idi. Ona görə variantlarda ikisindən biri olmalıdır. İkisini də versə yanlışdır. Necə yanlışdır? Yəni mən ikisini də götürsəm, A-nı da götürsəm doğru çıxacaq, B-ni də götürsəm doğru çıxacaq. Siz o qədər səhv deyilmiş. Yəni ikisi də doğrudur. Mən burada səhv çıxmış saymıram. Və dövlət belə situasiyalarda sizin xeyrinizə hesablayıb belə deyim testi. Aha, deməli, şəxsiyyət yönümlülük nədir? Uşaqlarda zəruri həyati bacarıqların və dəyərlərin formalaşdırılması, uşaqlarda zəruri, yəni vacib bacarıqların və dəyərlərin formalaşdırılması. Bunlar da nədir? Yəni şəxsiyyət yönümlü bizim təlimimizin bilirsiniz məzmunu uşaq şəxsiyyətinin formalaşdırılmasına yönəlir. Yəni mən dərsimi, məşğələmi keçirəm. Niyə? Uşaq bir şəxsiyyətə çevrilsin. Çünki yenə qeyd edirəm, hər kəs şəxsdir. Mən doğulduğum andan etibarən bir şəxsəm. Amma daha doğrusu şəxsəm, fərdəm, amma şəxsiyyət deyiləm də. Şəxsiyyət indi məsəl üçün indiki mənim davranışlarım, mənim danışığım, mənim özümə aparmam, mənim dünya görüşüm və sair və ilahi bunları bildirir. İndi burada da elədir. Şəxsiyyət yönümlü olması üçün uşağın 4 istiqamətdə biz hazırlıqlarını reallaşdırmalıyıq. Bu nədir? İdraçdır, ünsiyyətdir, psixomotor, bir də milli bəşəri dəyər. İdrac, yəni uşağın şuurudur, təfəkkürüdür. İdrac burada bilirsiniz, hər hansı bir məsələni həll etmək deyil. Yəni mən uşağa didaktik materiallardan istifadə edim, problemli vəziyyətlər yaradım, uşaq burada məsələ həll etsin və sair və ilahi deyil. Yəni vacib nə lazımdır? Vacib mənim üçün diqqət lazımdır. Vacib mənim üçün şuur lazımdır. Vacib mənim üçün yaddaş, yəni hafizə lazımdır. Vacib mənim üçün təfəkkür lazımdır. Yəni bu keyfiyyətlərə sahib olmalıyam. Yəni məsəl üçün əgər mən yadımda saxlaya bilmirəmsə, deməli məndə hafizə zəifdir və müəllim məni şəxsiyyətə çevirmək üçün onu möhkəmləndirməlidir. Və yaxud diqqətim tez yayılır. Mən ola bilər ki, hiperaktiv uşağam, diqqəti yayğın bir uşağam. Müəllim nə etməlidir? Mənim diqqətimi inkişaf elətdirməlidir. Ola bilər ki, mənim təfəkkürüm zəifdir. Yəni anlamıram, qavramıram, başa düşmürəm. Anlayırsınız, bax dərk etmirəm, anlamıram, başa düşmürəm, qavramıram, mənimsəmirəm. Bax bunlar da şəxsiyyət yönümlüdür. Deməli müəllim nə etməlidir? Bu istiqamətdə tədbirlər görməlidir. Və yaxud ola bilər ki, mənim nitq cəhətdən problemlərim var, asosial uşağım var, ünsiyyətlə bağlı deyəcəm. Ola bilər ki, mən asosialım, özümə qapanıq bir uşağım, ünsiyyət qurmağı sevmirəm, əməkdaşlıq etməyi sevmirəm, suallar verirlər, cavab vermirəm, göz kontaktı qurmuram. Utancam, cəmiyyət içində ümumiyyətlə çıxış etməkdir və yaxud qaynayıb qarışmaqdır digər uşaqlara. Bunlar məndə yoxdur. Deməli, müəllim hansı hazırlığı reallaşdırmayıb? Daha doğrusu hansı didaktik prinsipi reallaşdırmayıb? Şəxsiyyət yönümlü. Baxın, inkarla versə şəxsiyyət yönümlü formalaşmayıb, yəni uşaq bir şəxsiyyət olmayıb. Təsdiqlə versə ki, həqiqətən uşaq çox sosialdır, digər uşaqlarla mütəmadi olaraq dialoq qurur, yəni onlarla ünsiyyət edir, məsələn, oyuncaqlarını bölüşür, birlikdə oynayırlar, əməkdaşlıq edir və s. və s. Deməli, şəxsiyyət yönümlü, yəni şəxsiyyətə çevrilir. Və yaxud psixomotor nədir? Böyük kiçik motordur da, əsasən, yəni əl, barmaqlar da bədəndir. Və əgər ki, uşaq məsəl üçün nə edir, qaşıqdan istifadə edə bilmirsə, yenə müəllim şəxsiyyətə çevirmək, yəni onun kiçik motorikasını inkişaf elətdirmək. Və yaxud uşaq köynəyin düyməsini bağlaya bilmir. Yaşdan asılı da. İndi deyirsiniz müəllimə birinci kiçik qrupda uşaq köynəyin düyməsini bağlaya bilmir. Bir şəxsiyyət deyilmi? O hələ körpədir də. İndi köynəyin düyməsini bağlamaq hardasa da ikinci orta qrupdur. İkinci kiçik qrup, orta qrupdan uşaq bunları yiyələnməlidir. İndi orada körpədir deyə mənim verdiyim bu xüsusiyyətlər yaş kateqoriyasına görə əlbəttə önəm daşıyır. İndi baxın, əgər uşaq köynəyin düyməsini bağlaya bilmirsə, misal üçün saçını daraya bilmirsə, yəni daraqdan istifadə edə bilmirsə, qələmi tuta bilmirsə, yeriyəndə yorulursa, hər hansı bir tapşırığı yerinə yetirəndə fiziki cəhətdən yenə yorulursa, pilləkənlər qalxıb düşür, qalxa bilmir hətta, yorulur, qalxa bilmir, topu vura bilmir, əl koordinasiyasını, göz koordinasiyasını inkişaf elətdirməmiş, yəni topu tutub səbətə ata bilmir. Deməli, müəllim həqiqətən uşağı şəxsiyyəti çevirməyib, yəni onun kiçik motorikasını inkişaf elətdirməyib. Və yaxud topu vura bilmir təpiklə. Böyük motorika inkişaf olunma, pilləkəni qalxıb düşmək yenə böyük motorikadır və s. Görürsüz, yəni böyük və kiçik motorik bacarıqlarda uşaqlarda inkişaf elətdirmək ki, bir şəxsiyyət olsun. Yəni şəxsiyyət nədir müəllimlər? Yəni əslində heç kimə möhtac olmasın, özü müstəqil olaraq öz belə deyim, ehtiyaclarını ödəsin, özünü cəmiyyət içində aparmağı bacarsın, adekvat davranışlar sərgiləsin. Bax mən milli bəşəri dəyərlər.
Yəni, əgər sizə situasiyada versək ki, tərbiyəçi müəllim uşaqları Qəlibə parkına aparır və oradakı qənimətlərlə tanış edir, hansını götürərsiniz? Əslində bu bir növ vətənpərvərlik uşaqlarda inkişaf elətdirir. Düzdür, yəni Azərbaycançılıq götürərsiniz. Haqlısınız. Amma şəxsiyyət yönümlü də düzdür. Çünki şəxsiyyət yönümlülüyə də aiddir. Ona görə deyirəm ki, testi yaradanda indi burada təlimçilər də olar. Variantlara diqqət yetirin. Ya Azərbaycançılıq verin, milli bəşəri dəyərlərdir, ya da ki, şəxsiyyət yönümlülüyü. Düzdür, şəxsiyyət yönümlülüyü çox vaxt situasiyalarda uşağın adından verir. Yəni uşaq bunu edə bilmir. Uşaq misal üçün mədəni müxtəlifliklə verim. Qrupa yeni uşaq gəlir, onu ləhcəsinə görə ələ salır digər uşaq. Hansı didaktik prinsip onda formalaşmayıb şəxsiyyət yönümlü. Amma eyni zamanda dünyəvilik də pozulur burada. Amma daha çox şəxsiyyət yönümlü də uşağın adından verirsə və yaxud deyəcək ki, uşaq nə edir? Digər uşaqlarla mütəmadi olaraq konfliktə daxil olur. Şəxsiyyət yönümlü formalaşmayıb. Uşaq məsuliyyətsiz davranışlar sərgiləyir. Şəxsiyyət yönümlü formalaşmayıb. Uşaq cəmiyyət içində özünü apara bilmir. Şəxsiyyət yönümlü formalaşmayıb. Böyüklərə hörmət, bunu mən inkarla verirəm. Müsbət cümlələr yaradanda, təsdiqlə veriləndə deməli formalaşıb. İndi mən inkarla sizə situasiya yaradıram. Yəni bunun əksi o zaman da formalaşıb. Vaxtımız maşallah olsun, yenə uçur. Aha. Deməli, şəxsiyyət yönümlü nə oldu? Uşağın adına verir ki, uşaq böyükləri hörmət edir. Düzdür? Deməli, həqiqətən bir şəxsiyyətdə böyükləri hörmət edir. Özünü cəmiyyət içində aparmağı bacarır. Xəbərdarlığa adekvat davranır, yəni adekvat reaksiya verir. Misal üçün deyirəm ki, bax yıxılacaqsan, uşaq adekvat davranır. Qəsdən onu etmir ki, yıxılsın. Və deyirəm əlin yanacaq, uşaq oradan tez çəkilir. Qəsdən gedib barmağını basın, bu cür yanaşmada deyil. Yəni görürsüz şəxsiyyəti sevirik. Yəni anlayır, dərk edir, şuuru formalaşıb uşağın. İndi düzdür, erkən inkişafda uşaq şuursuz mənimsə, mən də demişdim sizə, o da şuursuz dövrdə. Əlbəttə ki, mən qaynardı deyəndə gedib əlini vura bilər. Məlumat yoxdursa, amma bir dəfə görürsüz, əli dəyən kimi artıq bir də ona yaxın getmir. Çünki onda təsəvvür formalaşır. Yaxşı, deməli şəxsiyyət yönümlü nə oldu? Uşaqlarda zəruri həyati bacarıqların və dəyərlərin formalaşdırılması. Şəxsiyyət yönümlü əksərən uşağın adından verir. Çünki mənim məqsədim uşağı bir şəxsiyyətə çevirməkdir. Ona görə uşaqda mənfi və müsbət davranışlar, müsbət deməli şəxsiyyət yönümlü formalaşıb uşağın adından. Bax, uşağın adından bütün situasiyalar şəxsiyyət yönümlü. Deyəcək ki, nə edir uşaq? Müəllim vətən haqqında sual verir, onu öz münasibətini bildirir. Şəxsiyyət yönümlü də əslində 99% aldı. Amma belə Azərbaycançılıqda götürə bilərsiniz. Yəni variantda daha çox şəxsiyyət yönümlü verilməlidir. Daha sonra uşaq, misal üçün, mən sual verirəm ki, vətənini sevirsənmi? Uşaq yenə öz münasibətini bildirir. Daha sonra Azərbaycanın hansı bölgələrini tanıyırsan, yenə və yaxud rəmzlərlə bağlı sual verirəm. Baxmayaraq Azərbaycançılıqda yenə daha çox şəxsiyyətdir də. Çünki dəyərləri formalaşdırmışam uşaqda, vətənpərvərliyi uşaqda inkişaf elətdirmişəm. Görürsüz, onun haqqında danışır. Və yaxud böyüklərə hörmət edir, yoldaşlarının oyuncaqları bölüşür, ünsiyyət qurur. Sosiallığın ən başlıca əlaməti ünsiyyətdir. Əgər mən ünsiyyətçil bir insanımsa, deməli sosial insanım. Çünki diqqət yetirsəz, bax diqqət yetirsəz ətrafınızda da var. Asosial insan, yəni özünə qapanıq insan, introvert insan. O nə edir? O sakit özünə qapanıq olur da. Ünsiyyət qurmaq istəmir, kimləsə danışım, çoxlu insanlar olan yeri sevmir. Düzdür, yəni tünlük olan yeri sevmir. Çalışır tək vaxt keçirsin. Çox danışdırmasan dinməz qətiyyən. Düzdür? Amma sosial insanlar necədir? Bax elə bir ortama gedir ki, tanımadığı insanlardan amma elə orada tez ünsiyyət qurur ki, başqalarından. Bax sosiallığın başlıca təməli ünsiyyətdir. Əməkdaşlıq deyilən bura aiddir. Yəni uşaq dostluq edir. Mədəni müxtəliflik. Nədir mədəni müxtəliflik? Mən məsəl üçün bir uşağı rənginə görə ələ salıram. Deyirəm ki, sən qarasan, sən niyə qırsan və s. Mədəni müxtəliflik məndə yoxdur. Bir uşağın sağlamlığına görə ələ salıramsa, yoxdur yenə məndə mədəni, yəni şəxsiyyət kimi şəxsiyyət olmamışam. Və yaxud bir uşağı dininə görə, deyirəm ki, sən xristiansan, biz sizdən düşməliyik və s. deməli, həm burada dünyəvilik, həm də şəxsiyyət yönümlü pozulur. Çünki mədəni müxtəlif ikisində də var. Və yaxud deyirəm ki, sən lehcə ilə danışsan, görün necə danışır uşaqlar. Bunu danışana baxın, digər uşaqlar da dolunuram ona qarşı. Yenə şəxsiyyət yönümlü formalaşmır. Və yaxud əksinə deyəcək ki, qrupa yeni bir uşaq gəlib, Nazlı onunla elə tez dil tapır və onunla düzgün əlaqə qurur. Baxmayaraq ki, onların dilləri fərqlidir, amma yenə də ondan misal üçün şəkillərlə, digər vəsaitlərlə dil tapır. Yəni ortaq bir ünsiyyət yolu tapır. Yəni bir-birinə nəyisə izah edir. Deməli, bir şəxsiyyəti çevrilib uşaq. O uşağı olduğu kimi qəbul edir. Bu da şəxsiyyət yönümlü. Çox dərin danışsam, bir 3 sum izaha gedəcək. Sonra deməli inkişaf yönümlü. İnkişaf yönümlü nədir? İnkişaf yönümlü əsasən tərbiyəçi müəllimin uşaqların inkişafını izləməsidir. Yəni görüm uşaq nə dərəcədə inkişaf olunur və belə qeyd edim. Mövzunu mənimsəyibmi, yoxsa çətinlik çəkirlər? Yəni yeni mövzunu keçsinmi, keçməyimi bu cür yanaşmadadır. Əsasən qiymətləndirmə ilə verir amma. Diaqnostik çıxmaq şərti ilə digər bütün qiymətləndirmələr də, metodlar da inkişaf yönümlü xarakter daşıyır. Portfolioda, misal üçün müşahidə də, müsahibə də, qiymətləndirmə inkişafın izlənməsi, yekun hesabat hər biri
nədir? İnkişaf yönümlü. Bircə də diaqnostik uşaq yönümlüdür. Amma ondan sonra diaqnostik qiymətləndirmə apardım. Sonra planımda dəyişiklik edirəmsə, bax yadınızda saxlayın. Diaqnostik imtahanda düşən suallardan biridir. Diaqnostik qiymətləndirməni apardım. Planımda sonradan dəyişiklik edirəmsə, bu da inkişaf yönümlüdür. Niyə? Çünki mən auditoriyanı necə nəzərə alıram? Baxıram ki, bu uşaqlar bu mövzuya hazır deyil. Yəni mən əgər bu mövzunu keçsəm, bu uşaqlar inkişaf olunmayacaq. Çünki heç nə anlamayacaqlar. Bu onlar üçün çətindir. Və mən nə edirəm? Test planımda dəyişiklik edirəm. Düzdür? Nədir inkişaf yönümlü? Çünki mənim məqsədim uşağı inkişaf elətdirməkdir. Və yaxud baxıram ki, misal üçün uşaqlar yeni mövzuya hazır deyil, amma mən yeni mövzunu yeni mövzuya hazır deyil, mən yenə də yeni mövzunu keçirəm. Yenə uşaqları inkişaf elətdirmirəm. Çünki onlar axı köhnəni öyrənməyiblər. Və mən köhnənin üzərinə bir dənə də mövzu əlavə edirəm ki, lap çox batsınlar. Deməli inkişaf elətdirmək deyil məqsədim, inkişaf yönümlü pozulur. Və yaxud baxıram ki, uşaqlar belə deyim, yeni mövzunu çox gözəl mənimsəyib, daha doğrusu köhnə mövzunu və mən yeni nəslə keçməliyəm, amma keçmirəm, üzərində qalıram. Səhlənkar yanaşıram. Uşaqlara misal üçün hərfləri öyrətməliyəm, öyrətmirəm. Rəqəmləri öyrətməliyəm, öyrətmirəm. Başqa rənglərə keçməliyik, öyrətmirəm. Elə günü-günə edirəm. İnkişaf elətdirmirəm uşaqları. Yəni inkişaf yönümlü didaktik prinsip pozulur. Və yaxud deyəcəm müəllim uşağın inkişafını izləmir. İnkişaf yönümlü pozulur. Müəllim uşağın nailiyyətini dəyərləndirmir. İnkişaf yönümlü pozulur. Müəllim uşaqların qiymətləndirmir. Yenə inkişaf yönümlüdür. Yəni inkişaf yönümlü əsasən qiymətləndirməklə bir də idraki burada fəallıq deyil. Yəni idraki fəallıq nədir? Misal üçün uşaqlara tapşırıqlar verirəm. Dərsdə fəallığını təmin edirəm. Dərsdə necə fəallığını təmin edək? Yəni praktik əsaslı situasiyalar yaradıram, uşaqlara mövzunu tam dərk etdirməyə çalışıram, didaktik koqnitiv materiallardan istifadə edirəm ki, bu məqsəd nədir? Uşaq inkişaf olunsun. Misal üçün, bax, adi tapmacalardır, uşağı inkişaf elətdirir. Və yaxud nə deyək, puzzlelardan istifadə edirik, yenə uşaq inkişaf olunur da, diqqətini inkişaf elətdirir, göz koordinasiyası, kiçik motorika. Daha sonra deyək ki, nələrdən istifadə edirik? Problemli vəziyyət yaradıram yenə. Yəni uşağı düşündürəcək deyil, tapşırıqlar ver, uşağın əqli fəallığını təmin et. Bu zamanda uşaq inkişaf olunacaq. Yəni passiv şəkildə oturmasın deyir uşaq. Çalış onu aktivləşdir, onun idraki fəallığını təmin et. Amma əsasən inkişaf yönümlü cümlə hər zaman da testlərdə 99% hallarda qiymətləndirmə ilə verir. Deyir tərbiyəçi müəllim bu gün yeni mövzu keçməlidir, amma keçmir. Hansı didaktik prinsip pozulur? İnkişaf yönümlü. Uşaqlar köhnə mövzunu öyrənməyib, yeni mövzuya da hazır deyil. Amma müəllim buna baxmayaraq yenə də yeni mövzu keçir. İnkişaf yönümlü pozulur. Müəllim uşaqların nailiyyətini qiymətləndirmir. Yəni mən bilirsiniz, uşağın nailiyyətini qiymətləndirməsəm, mən bilməyəcəm ki, uşaqlar bu mövzunu öyrəndi, yəni inkişaf olundu, yoxsa ki, yerlərində sayırlar. Anlayırsınız? Ona görə mən təhlil etməliyəm. Baxın, onların nailiyyətini təhlil edib yoxlamalıyam ki, biləm, hə, həqiqətən mən bu gün məqsədimə çatdım. Yəni həm məqsədimə çatıram, həm də uşaqları inkişaf elətdirirəm. Amma inkişaf yönümlü iləndir, nəticə yönümlü deyil bu arada. Və mən baxıram ki, həqiqətən uşaqların nailiyyətini yoxlayıram, görürəm ki, hə, uşaqlar inkişaf olunublar, yenində saymır. Və yaxud yoxlayıram, görürəm, yox, yeni mövzuya hazır deyilik. Yaxşı mənimsəmək. O zaman üzərində qalan və s. və ilahi də. Yəni dəyərləndirmə və metodları aiddir inkişaf yönümlüyə. Tələb yönümlü nədir? Neçə dəqiqəmiz qalıb? 2 dəqiqə. Tələb yönümlü ümumi inkişafla bağlı təhsil proqramının məzmununda fərdin, cəmiyyətin və dövlətin dəyişən tələblərinin nəzərə alınması. Bu bilirsiniz, dövlət standartı var idi ilkin anlayışlarda. Onunla əlaqələndirin, yadınızda saxlayın. Orada da fərd idi, orada da cəmiyyət idi, orada da dövlət və ailə idi. Burada da eynən elədir. Tələb yönümlü, yəni tərbiyəçi müəllimin daha çox özünlə bağlıdır. Necə bağlıdır? Müəllimin özünü inkişaf elətdirməsi, müəllimin yenilikçi olması, müəllimin dövrlə ayaqlaşması, yenilikləri qəbul etməsi və onları təlimdə istifadə etməsi. Daha sonra misal üçün nə edir müəllim? İnformasiya kommunikasiya texnologiyalarının bələd olması. Amma tərifi budur, bax, tərifi belə öyrənirsiniz. Çünki bir müəllimə gedib tələb yönümlünün sorusunda demişdi ki, informasiya kommunikasiya texnologiyaları, onu ona görə kəsmişdilər ki, tərif o deyil axı. Tərif hər kəsin dəyişən tələblərini nəzərə almaq. Anlayırsınız? Yəni yenilikçi olmaq. Misal, bu gün təhsilimiz əgər uşaq yönümlüdürsə, mən uşaq yönümlüyü nəzərə almalıyım. Əgər ki, mən uşaq yönümlüyü inkar etsəm, tələb yönümlüyü pozuram. Və yaxud bu gün təhsil tələb edir ki, sən informasiya kommunikasiya texnologiyalarını yiyələnəsən, ümumiyyətlə video slaytlardan istifadə edəsən, PowerPoint-da işləyəsən və s. və ilahi. Mən əgər bunu inkar edirəmsə, tələb yönümlüyü pozuram. Və yaxud tələb yönümlü deyir, uşaq psixologiyasını bələd ol ki, uşağı inkişaf elətdirəsən. Tələb yönümlü deyir ki, özünü inkişaf elətdir, yenilikçi ol ki, uşaqları da inkişaf elətdirəsən. Və s. və ilahi də. Və mən bunları həqiqətən reallaşdırıram. Mütəmadi olaraq özümü inkişaf elətdirirəm, yeniliklərə açıq oluram, dövrlə ayaqlaşıram, müasirliyi qəbul edirəm, təhsillə bağlı əlbəttə.
Daha sonra nə edirəm? Yəni interaktiv metodlardan istifadə edirəm. İnteraktiv baxmayaraq ki, iş sulu iş formasını uşağın meyl marağına görə seçmək, yəni uşağın fəal iştirak edəcəyi iş sulu iş forması seçmək bu uşaq yönümlüdür. Amma əslində interaktiv, yəni yenilikçi metodlardan istifadə etmək tələb yönümlüdür. Bax görürsüz, ona görə dedim situasiyaya görə dəyişir. Və yaxud desək ki, müəllim plan qurarkən iş sulu iş forması seçir. Bu nəticə yönümlülükdür. Müəllim əvvəlcədən və yaxud deyəcək ki, müəllim əvvəlcədən iş sulu iş formasını müəyyənləşdirir. Hansı didaktik prinsip? Nəticə yönümlü. Görürsüz, situasiyadan dəyişdi. Bayaq uşaq yönümlüydü, sonra tələb oldu, indi də nəticə yönümlü oldu. Tələb yönümlüdə interaktiv, yəni yenilikçi metodlardan istifadə etmək, yenilikçi olmaq və s. və ilahidən bəhs edirik. Yəni dövrlə ayaqlaşmaq. Varislik ən asandıdır. Hər bir şeyi asandan çətinə doğru keçmək, hər bir şeyi sadədən mürəkkəbə keçmək hər zaman belədir. Yəni uşaqlara mən belə deyim, hərfləri öyrətməmiş, cümlə qurmaqdır, hecalardır və s. bunları öyrədə bilmərəm. Və yaxud uşaqları rəqəmlərlə tanış etməmiş hesablama bacarıqlarını onlarda formalaşdıra bilmərəm. Və yaxud uşaqlara nə edim deyək ki, sadə əsas rəngləri öyrətməmiş mürəkkəb rənglərə, onun tonlarına keçə bilmərəm. Anlayırsınız, hər bir şeyin asandan çətinə doğru keçirilməsi sadədən mürəkkəbə keçməkdir. Yenə qeyd edirəm, mən asan versiyasını nəyinsə keçməmiş, mürəkkəbə keçid edə bilmərəm. Hər bir şey asandan çətinə doğru keçirilməlidir. Və yaxud, baxın, birinci kiçik qrupda görürsünüz, alt standartlar necə asan şəkildə verilir. Amma ikinci kiçik qrupa keçəndə qismən mürəkkəbləşir, orta qrupa keçəndə yenə qismən mürəkkəbləşir. Yəni, alt standartların dəyişimi belə varislik əsasındadır. Yəni, asandan çətinə doğru. İnteqrasiyanı bilirsiniz, əlaqədir. Yəni, inkişaf sahələrini bir-birindən əlaqələndirmək, yeni mövzuları bir-birindən əlaqələndirmək, köhnə mövzuları bir-birindən əlaqələndirmək, uşaqların yaş qruplarını bir-birindən əlaqələndirmək, həyatla əlaqələndirmək olar. İnkişaf sahəsi daxilində, xaricində yenə qeyd etdiyim kimi əlaqədir. Yəni mən nağıl danışıb sonra səhnələşdirirəm, inteqrasiyadır. Yol hərəkəti qaydalarını öyrədirəm, sonra səhnələşdirirəm ki, möhkəmləndirim, inteqrasiyadır. Uşaqlara deyək ki, rəqəmləri öyrədirəm, ətraf aləmdəki əşyalardan öyrədirəm, inteqrasiyadır. Uşaqlara misal üçün nə edirəm, say fəaliyyətini fiziki hərəkətlərlə öyrədirəm, yenə inteqrasiyadır və s. və ilahidir. Görürsüz, əlaqə yaradıram. Məqsəd nədir? Uşaqlarda həmin o qazandığı bilik, bacarığı daha da möhkəmləndirmək və daha yaxşı mənimsəməsinə şərait yaratmaq və yaxud başqa sahələr üzrə uşaqlarda yenə də bacarıqlar formalaşdırmaq. Daha sonra Azərbaycançılıq sırf uşaqda vətənpərvərliyi formalaşdırmaq, yəni mədəni yenə deyirəm, milli bəşəri dəyərləri formalaşdırmaq. Yəni Azərbaycan haqqında uşağın məlumatlı olmasıdır. Yəni fəal vətəndaşlıq mövqeyi, milli kimliyin dərki, milli iftixar hissi. Əgər ki, baxın, situasiya ola bilər ki, himnimiz səslənir, uşaq ayağa qalxır və himni oxumağa başlayır. Hansı didaktik prinsipdir? Eyni zamanda həm şəxsiyyət yönümlüdür, eyni zamanda variantda yoxdursa Azərbaycançılığı da götürə bilərsiniz. Müəllim uşaqlara dövlət rəmzlərimiz haqqında məlumat verir, atributlar haqqında məlumat verir. Hansı didaktik prinsipdir? Azərbaycançılıq. Amma Azərbaycançılıq olmasa şəxsiyyət yönümlülüyünü götürə bilərsiniz. Çünki bir şəxsiyyət yetişdirməkdir məqsədim. Daha sonra, misal üçün, müəllim uşaqlara yaşadığı yer, yəni bölgə və ölkə haqqında məlumat verir də. Bölgələrimiz, dağlarımız, daşlarımız, çaylarımız, parklarımız haqqında məlumat verir və yaxud uşaq oyunları haqqında danışır. Hansı didaktik prinsipdir? Azərbaycançılıq. Amma şəxsiyyət yönümlülüyü də götürə bilərsiniz. Bax, görürsünüz, mədənidə qalmışam mən. Milli bəşəri dəyərlər həm şəxsiyyət yönümlülüyü də var, həm də Azərbaycançılıq da var. Azərbaycançılıq adından da məlum olduğu kimi, sırf Azərbaycanla bağlı məlumatlar, istər Azərbaycan paytaxtı, istər Azərbaycan hər hansı bir bölgəsi, kəndi, rayonu, dağı, daşı, torpağı, ağacı fərqi yoxdur. Yəni Azərbaycan haqqında məlumat verirsə Azərbaycançılıqdır. Və yaxud nə edirik? Hadi dağda, yəni fəal vətəndaşlıq mövqeyi, bir də ki, milli kimliyin dərki, yəni uşaqlar belə deyim, həm fəxr edir Azərbaycanlı olduğuna görə, həm dövlət rəmzlərini tanıyır, atributları tanıyır, misal üçün himnimizi səsləndirir, himnimizin sözləri, musiqisi kimə aiddir onu bilir və s. və ilahidə. Bunlar hər biri Azərbaycanla bağlı sırf Azərbaycançılıqdır, amma yenə qeyd edirəm, baxın, şəxsiyyət yönümlülüyüdə də var. Çünki şəxsiyyət yönümlülüyündə də milli bəşəri dəyərlər var. Azərbaycançılıqda da milli bəşəri dəyərlər var. Anlayırsınız? Baxmayaraq ki, çox vaxt mən müdavimlərimə də deyirəm ki, Azərbaycançılıq müəllimin adından verir. Şəxsiyyət yönümlü uşaq. Düzdür, şəxsiyyət yönümlü 99, hətta 100% halda elə hər zaman uşağın adından verilir. Yox, 99 olsun. Amma müəllimin adından da verə bilər. Çünki müəllim uşaqda vətənpərvərliyi niyə formalaşdırır? Məqsədi nədir? Onu bir şəxsiyyətə çevirmək. Görürsünüz, yəni məntiqlidir, əlbəttə məntiqlidir. Elə bizim əsas başlıca vəzifəmizdir ki, uşağı vətənpərvər ruhda yetişdirək, tərbiyə edək. Və deməli, mən Azərbaycan haqqında məlumat verməliyəm ki, uşaq vətənpərvər olsun.
Nəyə çevirəcəm uşaq şəxsiyyətə? Yəni ona görə milli bəşəri dəyərlər əslində yenə qeyd edirəm, testi tərtib edərkən, yəni dövlət səviyyəsində olan testlərdə heç vaxt azərbaycançılıqla şəxsiyyət yönümlü bir variantda, yəni daha doğrusu bir testdə variantlarda verilmir. İkisindən biri verilir. Dünyəviliklə şəxsiyyət yönümlü də eynən olacaq. Çünki dünyəvilik nədir? Deməli deyir ki, dünyəvilik hər kəsi olduğu kimi qəbul et. Yəni mədəni müxtəlifliyə hörmət elə, müxtəlifliyi qəbul et, müxtəlifliyə açıq ol. Yəni ola bilər ki, sənin saçın sarıdır, başqa uşağın saçı qaradır, olduğu kimi qəbul et. Ola bilər ki, sənin ağzın, dodaqların böyükdür, başqa uşağın dodaqları nazikdir, olduğu kimi qəbul et. Ola bilər ki, sən sağlamsan, digər uşağın sağlamlığında məhdudiyyət var, olduğu kimi qəbul et. Ola bilər ki, sən Azərbaycanlısan, başqa uşaq deyək ki, Afrikalıdır, olduğu kimi qəbul et. Sənin dinin deyək ki, nədir? İslam dinidir. Başqası xristiandır, budistdir, olduğu kimi qəbul et. Fərqi yoxdur. Yəni nədən? İrqindən, dinindən, etnik mənsubiyyət, hətta cinsindən. Baxmayaraq ki, bax misal üçün sən oğlansan, o qızdır və yaxud sən qızsan, o oğlandır. Yenə bax gender bərabərliyidir də, cinsi bərabərlik. Deyir fərq qoyma. Uşaqlara bu müxtəlifliyi qəbul elətdir, formalaşdır ki, həm inklüziv təhsil təşkil edəndə problemi yaşamayasan. Çünki əgər uşaqda mədəni müxtəliflik yoxdursa, formalaşdırmamısansa, o mütləq ki, sənə maneələr yaradacaq. Yəni digər uşağı ələmi salacaq, onu misal təhqir edəcək və s. onu özündən uzaqlaşdıracaqmı və istər-istəməz sənin təlimində effektiv sayılmır. Eyni zamanda sən özün də deyil, müxtəlifliyə açıq olmalısan. Əgər ki, sən müxtəlifliyi qəbul etməsən, sən inklüziv təhsili təşkil edə bilməyəcəksən. Düzdür, mütləq ki, hardasa qərəzli davranacaqsan, amma deyir uşaqları olduğu kimi qəbul et, hər bir şeyi. Yəni sadəcə uşaq deyil, insanların hər birini. Yəni böyükdür yenə. Biz görürsüz, bax adi bir insanın harasındasa, deyək ki, nəsə fərq var da. İndi onu bir sur demək istəmirəm, nəsə bir fərq var. Olmaz onu gözün dikib bütün saatlarla baxmaq, süzmək başdan ayağa, o həmin insanı narahat edir. Olmaz, o da elə insandır. Onu da Allah elə yaradı və yaxud sonradan hər hansı bir başına bədbəxt hadisə gəlibdir. Olduğu kimi hər kəsi qəbul etməliyik. O da elə gözəldir, o da elə özəldir. Həqiqətən o da ona özəllik, xüsusiyyət qatır. Bax, uşaqlara belə məlumat vermək lazımdır. Və yaxud bax dinlə bağlı ola bilər ki, mən başı bağlayan, başı örtülü bir insanam. Əlbəttə ki, mən başqa insanları məcbur etməməliyəm. Ümumiyyətlə, dində məcburiyyət yoxdur. Əlbəttə ki, maarifləndirə bilərsən istəsən. Düzdür, təhsildə yoxdur, təhsildə olmaz qətiyyən. Gedim deyim, uşaqlar mütləq xristian olursunuz, daha doğrusu müsəlman olursunuz, başınızı bağlayırsınız və yaxud da biz şiəyik, sünnilərlə biz davranaq qətiyyən. Sadəcə ümumi deyirəm. Yəni, misal üçün, mən uşaqları təbliğ etməməliyəm dini. Deməli deyiləm, uşaqlar, baxın, müsəlman hamımız başımızı bağlamalıyıq, saqqal saxlamalıyıq, şalvarımızı biraz gödə giyməliyik və ilahi olmaz oğlanlarla bağlı. Yəni, mən çalışmalıyam ki, uşaqları elmi cəhətdən inkişaf elətdirim. Çünki uşaqlar bağçaya niyə gəlir? Təhsil almaq üçün. Düzdür, əlbəttə ki, deyəcək İslamıq, əlbəttə ki, deyəcək müsəlmanıq, amma qətiyyən dərinliklərə getmək olmaz. Başın bağlıdır, uşaq soruşa bilər, sual verə bilər. Bu mənim öz tərzimdir. Yəni sən belə geyinməyi sevirsən, mən də belə geyinməyi sevirəm. Mənə yaraşır. Sual verə bilərsə deyəcək bəli. Çox sağ ol. Və bu qədər. Ümidvaram ki, tam aydın sizə izah etdim. Didaktik prinsipləri suallarınız var. Çox gözəl sözlər yazmışdınız. Didaktik prinsiplərlə bağlı suallarınız var, müəllimlər? Hə? Xeyr, müəllimə. Aha. Hər bir şey aydın oldu. Suallar verəcəm. İndi görək nə dərəcədə. Yəni müəllimə. Aha. Yaxşı. İndi başlayıram sual-cavaba. Hüquq vəzifələr çox uzun olacaq. Çox sağ olun. Hüquq vəzifələr çox uzun olacaq. Yəni sadəcə sizə qısaca məlumat verim ki, hüquqla vəzifəni necə ayırd edəcəksiniz? Hüquqlar bu sizi dövlətin bir növ sizi bu şəkildə qorumasıdır. Yəni sizə hüquqlar təyin edir, yəni sizin haqlarınızı müəyyən edir və bu şəkildə sizi qoruyur. Eyni zamanda hüquqlar sizin hansı ki seçimləriniz olduğunuz bir şeydir. Yəni mənim burada seçimim var. Mən istərəm edərəm, istərəm etmərəm. Yəni seçim məcburiyyətim yoxdur hüquqda. Mənim hüquqda qətiyyən məcburiyyətim yoxdur və dövlət eyni zamanda mənim haqlarımı təyin edir, məni qoruyur. Bax, biri məni təhqir etsə, nə deyir? Tez deyir, məsuliyyətə gəl. Məsuliyyətə cəlb edir ki, görün sən ondan elə danışırsan və niyə onu təhqir edirsən? Alırsınız, yəni hüquqda seçim var. Seçimdə həm də dövlət sizi qoruyur, amma vəzifə mənim borcumdur, məcburam. Burada mənim seçimim yoxdur. Deyirsə ki, sən uşaqda vətənpərvərliyi formalaşdırsan, məcburam. Əgər mənə deyirsə ki, sən sertifikasiyadan keçməlisən, mən məcburam. Var aranızda elə biri desin ki, mən onsuz sertifikasiyaya getməyəcəm. İndi istisnalar demirəm də, indi misal üçün yaş həddi və s. bunlar nəzərdə tutmuram. Amma belə normal sertifikasiya cəlb olunacaq biri deyə bilərmi ki, mən getmirəm. Dövlətlə dövlətçilik edə bilərik, xeyr. Yəni, görürsünüz, vəzifə mənim borcumdur, məcburam. Mütləq yerinə yetirməliyəm. Amma hüquq nə idi? Mənim seçimim. Belə seçə bilərsiniz. Uşaqların da bu arada hüquqları var, vəzifələri yoxdur. Çünki körpədirlər, 1-6 yaşlı. Yəni, mən
istisna edə bilmərəm də. Deyim 5-6 yaşında uşaq vəzifə yükləyim, bundan əvvəlkiləri olmasın. Ona görə ümumi məktəbə qədər də vəzifə yoxdur. Vəzifələrini uşağın valideynləri yerinə yetirir. Bağacı vaxtında bağçaya gəlmək, bu da yəni əslinə baxsa vəzifədə vaxtında bağçada olmalısan, məsuliyyətli davranmalısan. Uşaq vaxtı bilmir axı. Uşaqda vaxt, zaman anlayışı hələ orta qrupda formalaşır. O da sadəcə günün hissələri, istifadə bilmir. Anlayırsınız? Ona görə Aysolun, vəzifə mütləq etməlisən, hüquqda istəsən et, eyni zamanda dövlət sizi qoruyur. Görürsüz, yəni uşaqlara biz vəzifə vermirik. Onlar çünki mən burada hələ təlim tərbiyə işlərlə məşğulam. Mən onlarda hələ dünya görüşü artırıram, onlara bilik bacarıq ötürürəm, ilkin həmçinin. Təməli mən qoyuram burada. Mən burada uşağı vəzifə ilə tanış edirəm. Anlayırsınız, vəzifə ilə mən tanış edirəm. Necə deyim ki, sən buna məcbursan, bunu edəcəksən. O həmçinin məcburiyyət olmaz. Düzdür, məktəbdə olacaq vəzifəsi. Amma nəysə də burada öyrədirsiniz siz. Amma hüquq elədir ki, hüquq yəni mən eyni zamanda uşağı qoruyuram. Bu uşağın hüquqları çünki o körpədir, o özünü qoruya bilmir. 1 yaşında, 2 yaşında, 3 yaşında, 5 yaşında uşaq özünü necə qoruya bilər? Ona görə dövlət ona hüquqlar müəyyən edir və deyir ki, bax bu hüquqları pozmayın. Pozsanız intizam məsuliyyətinə cəlb olunacaqsınız. Və yaxud daha da xitam verilə bilər işinizə. Anlayırsınız? Ona görə uşaqların hüquqları var, vəzifələri yoxdur. Çox dərinliyə getməyəcəm, çünki çox dərin danışdım, sual-cavab vaxt olmayacaq. Ay sonu biz bağçada formalaşdırırıq, uşaqlara məlumat veririk, yəni ilkin təsəvvürləri onlarda formalaşdırırıq, sonra məktəbə gedəndə əlbəttə ki, onlar artıq vəzifələrini layiqincə yerinə yetirəcəklər. Yaxşı, keçirəm sual-cavaba, çox uzun-uzadı danışmayaq. Çox sağ olun müəllimlər. Bax, yazın chat bölməsinə. Chat bölməsinə yazmayın. Çıxandan sonra videonun altına yazın ki, mən sonradan oxuyum. Burada dərsə başım qarışır deyə heç mesajlara hər saat baxa bilmirəm. Baxın, bundan əvvəlki mesajları skrin edə bilmədim. Çox da məyusam. Yenə arada baxıram. Yaxşı. Aytən müəllimə, əvvəlki mövzunda sual cavab edəcəm. Salam müəllimə, axşamınız xeyir, necəsiz? Hər vaxtınız xeyirli olsun. Çox sağ olun, yaxşı olasınız. Aytən müəllimə, deməli siz mənə deyin, bizim hansı didaktik prinsipimizdir ki, tərbiyəçi müəllim burada, misal üçün, uşaqlara tapşırıq verərkən onların potensialını nəzərə alır, ona uyğun tapşırıq verir. Hansı didaktik prinsipi reallaşdırır? Uşaq yönümlülük müəllimə. Uşaq yönümlülükdür. Yaxşı, bəs deyə bilərsiniz, tərbiyəçi müəllim kimdir, nə işə baxır? Tərbiyəçi müəllimə uşaqlara deməli təlim-tərbiyə işləri ilə məşğul olan, yəni təhsil verən, deməli yəni ali və orta ixtisas təhsilli şəxs. Ay sağ olun. Ali və orta ixtisaslı təhsilli şəxsdə hansı ki, uşaqların təlim tərbiyəsi və məktəbə hazırlığı ilə məşğul olur. Bəli. Yaxşı, bəs mənə deyin. Bəli. Bax, uşaqları keçən səfər müəlliməyə bir sual verdim. Dedim uşaqlara daha doğrusu yemək yeməyi öyrətmək, misal üçün fincandan, qaşıqdan istifadə etməyi öyrətmək, əlini sabunla yumaq, bunları kim öyrədir? Daha doğrusu bunları uşaqda formalaşdıran kimdir? Kim? Dayə müəllimə. Uşaqlara qulluğu və nəzarəti həyata keçirən şəxsə deyilir, amma Qulluq başqa bir şeydir. Yəni öyrətmək tərbiyəçi müəllimə məxsusdur, amma onu nəzarət eləmək dayə. Yəni uşaq körpədirsə əlbəttə gedizdirən dayə olacaq. Mən də ürəyimdən keçər, könlümdən vəzifəm deyil, istəsəm kömək edərəm. Amma öyrətmək mənim işimdir. Mən öyrətməliyəm ki, qaşıqdan necə istifadə edirlər, əllərini necə yuyurlar, güvəc təlimidir və s. Ümumiyyətlə təlim tərbiyə işlərinə mən baxıram. O sadəcə qulluq edir. Məsəl üçün əyni dəyişdirmək lazımdır, əlbəttə gedib dəyişdirəcək. Misal üçün yeməyini vermək lazımdır, burnunu təmizləmək lazımdır uşağın və sair və ilahi bunları əlbəttə ki, o edəcək. Amma işləri mən edirəm. Yəni daha doğrusu öyrətməyi mən edirəm. Yaxşı. Daha sonra siz mənə deyin. Bax, hansı təhsildir ki, bütün uşaqlar üçün təhsili əlçatan edir? İnklüziv müəllimə. İnklüziv təhsil. İnklüziv təhsilin mahiyyəti ən çox hansı uşaqlar üçündür? Sağlamlıq imkanları, məsələn, maddi təminatına asılı olmayaraq uşaqların hər birisinin bir yerdə təhsil alma hüququnun təmin edilməsidir. Yəni uşaqların, yəni bütün uşaqların üçün təhsilin əlçatan olmasını təmin edən təhsildir. Amma ən çox mahiyyət hansı uşaqlar üçündür? Çünki belə deyim, onsuz da sağlamlıq əvvəllər də imkanı məhdud. Sağ olun. Sağlamlıq imkanı məhdud. Bəli. Ən böyük mahiyyəti sim uşaqlar üçündür. Çünki əvvəllər onsuz da kasıbla varı birlikdə oxuyurdu. Əvvəl onsuz da misal üçün necə potensialı, yəni güclü öyrənənlə zəif birlikdə oxuyurdu, amma sim uşaqları kənarda qalırdı. İndi kənarda deyil. Yaxşı, daha sonra inklüziv təhsil Azərbaycanda neçənci ildən təşkil olunur? Neçənci ildən biz? 2005-ci ildən müəllimə. Yoxsa 2018, o da qarışdırıram. 2017. Bilmirəm, yazın çap bölməsinə baxıram. Müəllimə 18
2018, 17-19 illər var idi ki, orada deyəsən sağlamlıq imkanı məhdud olan uşaqlar üçün proqram təşkil olunmuşdu. Və 19-cu 18-24. ildən də deyəsən, aha, Hı hı. 18-24, aha, 2 illər var idi. Amma sırf 18-dir deyəsən. Yəni Hı hı. məncə Bəs səhv eləmirəmsə. Azərbaycan neçənci ildən gəlib? Kurikulum Azərbaycanın neçənci ildən istifadə olunur? Kurik onu dəqiq deyə bilmirəm müəllimə. Müəllimələrdən kimsə bilirsə. 2005, Ya 2005. bilirsə. 2005 2005. uşaq yönümlü də kurikulumda, bəli, 2005-dir. Yaxşı. Daha sonra siz mənə deyin. Baxın, məktəbəqədər təhsil nədir? Aha, məktəbə qədər təhsil deməli uşaqların məktəbə qədər təhsil uşaqların deməli intellektual, fiziki, deməli mənəvi inkişafına, intellektual, fiziki və mənəvi inkişafına xidmət edən, onlara ilkin bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsi hesab Ay, olunur. sağ olun. İntellektual, fiziki və mənəvi inkişaf dedikdə nəyi nəzərdə tuturuq? Biraz açıqlayın, keçim digər müəlliməyə. Aha, Həyəcanlısınız aha, deyəsən müəllimə. intellektual müəllimə odur ki, uşaqların Mhm, yəni bilik səviyyəsi, yəni öyrənmə mhm, necə deyim, həm demək həm məntiqi cəhətdən, riyazi cəhətdən, həm bütün yəni inkişaf sahələrin öyrənmə intellektual o. Yəni fiziki bu mhm, fiziki idman fiziki inkişaf demək idman demək psixomotor bacarıqlarıdır, böyük kiçik motor bacarıqlarıdır. Bunlara yiyələnməyi. Mənəvi inkişafıdakı, yəni bu da yəni sosiallaşmaq, ünsiyyət qurmağı, e, yəni bu. mhm. Yaxşı, çox sağ olun. Çox gözəl. Siz sağ olun müəllimə, siz sağ Biraz olun. həyəcanlısınız, hiss edirəm, amma yaxşıdır, çox sağ olun. Müəllimə Gülxar müəllim. Aha, sentyabrdan sentyabrına qatılmışdım. Ondan bu yana indi ilk tanıdım, dəfədir. tanıdım. Tanıdım elə hissəni, çox sağ olun. Gülxar müəllimə, adlarınız Zoom-da necə qeyd olursa elə çağırıram ha. Yəni adınız fərqlidirsə Axşam probleminiz xeyir var. müəllimə. Hər vaxtınız xeyir. Axşam xeyir Gülxar müəllimə. müəllimə, adınızı düzmü tələffüz edirəm? Buyurun müəllimə. Gülxardır. Bəli, bəli, Aha. bəli. Siz Buyurun. mənə zəhmət olsa deyin. Bax, differensial yanaşma nədir? Differensial yanaşma müəllimə. Uşaqlara elə ki, hər birinə fərqli və fərdi yanaşmaqdır. Yəni hər bir uşaq fərqli həm də fərdidir. Onların hər birinə Hı -hı. dediyim kimi yanaşırıq da. Yəni differensial, yəni onları Hı -hı. həm fərqlidirlər Necə? həm də yəni ki, təhsil vəziyyəti uşaqların fərdi xüsusiyyətləri, maraq və tələbatları, fiziki və əqli inkişaf səviyyələri elə ki, nəzərə alınmaqla təşkil olunur. Bu olur differensial Aha. yanaşma. Mənə bir dənə nümunə verə bilərsiniz differensiallıqla əlaqəli. Təlimdə necə differensiallığı nəzərə alarsınız? Onlar məsələn bir uşaq əqli cəhətdən çox yaxşı inkişaf edib, digəri zəifdir. Yəni onların potensialına uyğun tapşırıqlar verirəm. Fiziki cəhətdən məsələn fiziki mədəniyyət məşğələsində bir uşaq daha hərəkətlidir, daha dinamikdir. Ona biraz çətin tapşırıqlar verirəm onu yerinə yetirmək üçün. Bir uşaq məsələn biraz zəifdir, bədən cəhətdən olsun, belə ona biraz az tapşırıqlar verirəm və zəif tapşırıqlar verirəm ki, ən azından Yaxşı, yerinə yetirsin və geri qalmasın. differensiallığı nəzərə alan tərbiyəçi hansı didaktik prinsipi reallaşdırır? Uşaq yönümlülüyü müəllimə, uşaq yönümlülüyü. Çünki uşaqların Uşaq yönümlülüyü. potensialını nəzərə alıb, bəli, ona Ay, görə. sağ olun. Potensial. Düzdür. Düzdür. Baxın, əgər sim uşağı gəlib qrupa və digər uşaqlar onu ələ salırsa, deməli tərbiyəçi müəllim hansı didaktik prinsipi uşaqda formalaşdırmayıb? Şəxsiyyət yönümlülüyü müəllimə. Bir Ay, sağ olun. dünyəvilik də ola bilər müəllimə. İki dənədir. Şəxsiyyət yönümlülük və Olar, amma dünyəvilik. daha çox uşağın adına veriləndə şəxsiyyət yönümlülük. Yaxşı, bəs Şəxsiyyət, deyə bilərsiniz, bəli. bu zaman hansı təhsili də eyni zamanda pozuruq? Baxın, sim uşağı gəlib və Necə mən, müəllimə? Başa düşdüm. baxın, qrupa yeni uşaq gəlibdir, sim Bəli. uşağıdır. Və digər uşaqlar onu ələ salır, mən də buna göz yumuramsa, Bəli. eyni zamanda hansı təhsilin təşkili pozulmuş sayılır? İnklüzivlik müəllimə. İnklüziv. Aha, inklüziv təhsildir, bəli də. Uşaqlar üçün axı belə deyim, bərabər təlim şəraiti Fiziki yaradırıq, təhsil amma almaq hüququnu differensiallığı təmin da nəzərə eləməliyəm. alırıq. Bəli. Bəli. Yaxşı. Daha sonra siz mənə deyin, zəhmət olmasa. Loqoped nə işə baxır? Loqoped müəllimə nitq qüsurlu uşaqlar işləyən ali pedaqoji təhsilli mütəxəssisdir. Uşaqları Bu qüsurlu qədər demək müəllimə. olar. Məhdudiyyətə qüsurlu Xeyr, demək əslində olar. qüsurlu demək olmaz. Məhdudiyyət. Xeyr, mən əslində qüsurlu söz Özəl, olmamalı. məhdud. Aha. Yaxşı. Daha sonra Özəl məktəbəqədər məhdud təhsilin məqsədi nədir? Təhsilin məqsədi müəllimə, uşaqların bütün məktəbli təhsil uşaqların əlçatan olması, şəxsiyyət kimi formalaşdırılır.
şəxsiyyət kimi formalaşdırılması, onların mənəvi, psixi sağlamlığının qorunması, sonra cəmiyyətə qazanılması müəllimə, sonra onların bir də ki, vətənə, millətə tərbiyə edilməsi, yəni hörmət eləmələrdə müəllimə, onları tərbiyə eləmək lazım ki, yəni vətəninə, xalqına, dininə hörmət eləsin, başqa xalqları dininə hörmət eləsin, belə bir ruhda böyütmək lazımdır uşaqları. Yaxşı müəllimə, bir dənə də siz mənə sual verin. Əgər biz mövzunu uşaqlara asandan çətinə doğru keçiriksə, hansı didaktik prinsip reallaşır burada? Varislik prinsipi müəllimə. Düzdür, Asandan çox çətinə sağ olun. varislik prinsipidir. Çox sağ olun, Sağ çox olun. yaxşı. Rüstəmova yetər. Hər kəs sual cavab etmək istəyirəm, ona görə azad edirəm, yoxsa məndən olsa çox edərəm. Rüstəmova yetər. Müəllimə, yetər müəllimədə nəsə kamera açılmır. Kameranı yenir, səs açsın yetər. Yəni daha doğrusu O bəsdir. deyəsən aça bilmir orada. Nəsə bilmirəm, Hə, nəsə aça problem bilmir. olub deyəsən. Hə, mənim müəllimə yoldaşımdır, Mik- yazıb mənə ki, nəsə aça bilmirəm. Mikrofonun üzərinə Yetər toxunsun. müəllimə. Aha. Mikrofon Kəmalə üzərində. müəllimənin də qrupa, burada Kəmalə müəllimənin iş yoldaşı varsa, desin ki, əlavə edəcəm. Sadəcə zəng gəlir dedilər, qrupdan çıxartdım, amma onun da günahı yox imiş. Yalnızca qrupdan çıxdı. Deyin, əlavə edəcəm dərsdən sonra. Yaxşı. Yetər müəllimə, o zaman keçirəm digər müəlliməyə. Günel müəllimə, sizlə davam edək. Bəli, müəllimə, buyurun. Elə səsi açırım deyəm ki, müəllimə, keçən dəfə də əl qaldırdım. Bəlkə də mənim əl işarəm görünmür. Həzənə İstəyirdim mən də sual-cavab Vaxt edərsiz. çatmır. Hə, Aha. olar, Yaxşı, olar. İlk dəfədir, həyəcanlıyam bu arada. Narahat olmayın. Asan suallar verəcəm. Deməli, Günel müəllimə, siz mənə deyin, əgər uşaqda əqli və fiziki cəhətdən hər hansı bir məhdudiyyət varsa, onun korreksiyası ilə məşğul olan mütəxəssis kimdir? Hansı mütəxəssis Bəli, bu uşaqların? əqli və fiziki cəhətdən məhdud uşaqlara defekt olur, məşğul olur. Nitq qüsurlarla isə loqoped. Psixoloji durumda əgər çatışmazlıq varsa, bundan da psixoloqlar məşğul olur. Ay, sağ olun. Yaxşı, bəs mənə deyə bilərsiniz, məktəbə qədər təhsil hansı yaş uşaqları əhatə edir? Hansı yaş aralığındakı məktəbə- uşaqları? Məktəbə qədər təhsil 1-6 yaş aralığını əhatə edir. Ay, sağ olun, 1-6 yaş. Neçə yaş dövrü var? 2 yaş dövrü var. 1-3, 3-6. Onu deyirsiniz müəllimə? Ay, sağ olun. Bəli. Bəs neçə yaş qrupu var? Deməli 5 yaş qrupu var. 1-2 yaş 1-2 yaş kiçik qrup, Aha. 2-3 yaş ikinci kiçik qrup, 3-4 yaş orta qrup, 4-5 yaş böyük qrup, 5-6 yaş məktəbə hazırlıq qrupu. Ay, sağ olun. Aparativ fəaliyyət nədir məktəbə qədər dövrdə? Oyun. Nəyə görə oyunlar aparativ fəaliyyət hesab edilir bağça dövründə? Çünki mən bütün uşaqların oyuna marağı, oyuna həvəsi daha çoxdur. Yəni ən çox uşaq oyun zamanı öyrənir. Mən belə başa düşürəm. Oyunda daha aktiv olurlar, daha həvəsli olurlar. Yəni tərbiyəçi də hər bir fəaliyyəti oyunla tətbiq eləyir ki, uşaqlar bu prosesi daha yaxşı öyrənirlər. Yəni uşağın ehtiyacını təmin edən oyunlardır deyə, oyunlar aparativ fəaliyyət. Həm çox oynayırlar deyə, amma ən çox ehtiyaclarını təmin edir oyunlar. Ona görə aparativ fəaliyyətdir. Necə ki, bax görürsünüz bizim ehtiyacımızı nə təmin edir? İş. Mən işləyirəm, yəni əməklə məşğul oluram. Ona görə həyatımda aparativ fəaliyyət əməkdir. Bəli. Məktəbdə də oxu, təlimdir. Bağçada da nədir? Oyunlardır. Oyun vasitəsilə uşaqları inkişaf elətdiririk. Mənim zənclərim dayanmır. Aha. Yaxşı, Günel müəllimə, bax siz mənə deyin, əgər tərbiyəçi müəllim, misal üçün uşaqlar üçün sağlam psixoloji mühiti təşkil etmirsə, hansı didaktik prinsip pozmuş olur? İnkişaf sağlam psixoloji Sağlam mühiti psixoloji mühit. dəstəkləyici mühiti müəllimə. O dəstəkləyici də, bəli. Bəli, ünsiyyət, uşağa rəy vermirəm, motivasiya etmirəm, Bəli. həvəsləndirmirəm, dəstəkləyici də pozulur. Amma didaktik prinsiplərdə dəstəkləyici yoxdur, o pedaqoji tələblərdədir. Bu didaktik prinsiplərdə hansıdır? Variant verim sizə tapmaq Buyurun üçün. müəllimə, buyurun verin. Bəli. Baxın, variantlar ya inkişaf yönümlüdür, ya nəticə yönümlüdür, ya uşaq yönümlüdür, ya da ki, Azərbaycançılıqdır. Mənə sualı yenidən təkrarlayın zəhmət olmasa. Sual verdim ki, tərbiyəçi müəllim sağlam mənəvi psixoloji mühiti pozur. Təşkil etmir və Bəli. yaxud təşkil edir. Hansında pozulur, Evet. hansında hansı İnkişaf didaktik prinsip yönümlülük pozulur? müəllimə. Bir də İnkişaf yönümlülük və yönümlülük niyə? Misal üçün, bax, uşağı mən travmalayıram, uşaq özünü gərgin bir atmosferdə hiss edir, uşağı ruhdan uşaq salıram. yönüm
Bəli, uşaq Əlbəttə uşaq. yönümlülük prinsipini bu Əlbəttə arada uşaq pozur. deyil. Bəli, uşaq Sağ olun, yönümlülük, sağ olun. bəli. Sağlam psixoloji mühitdə öyrənin. Yaxşı, daha sonra Bəli. siz mənə deyin. Əgər ki, uşaq özünə qapanıqdır, baxıram ki, digər uşaqlardan kənarda gəzir və yaxud utanğac uşaqdır. Deməli, mən uşaqda hansı didaktik prinsipi formalaşdırmamışam? Şəxsiyyət yönümlülüyü, Ay sağ olun. e, Şəxsiyyət yönümlü didaktik şəxsiyyət prinsipi. yönümlülüyü, asosial olurlar Az bu arada. introvertdir, düzdür. Bəli. Yaxşı. Bəs baxıram ki, uşaq əslində, misal üçün, böyüklər deyək ki, müəllim içəri daxil olur, ayağa qalxmır və yaxud salamlaşmır. Salam verim, salamı Bəli. almır. Deməli, uşaqda hansı didaktik Şəxsiyyət prinsip yönümlülük, formalaşır? Ay şəxsiyyət sağ olun, yönümlülük şəxsiyyət müəllim. yönümlü. Tərbiyəçi müəllim uşaqların nailiyyətini yoxlamır, dəyərləndirmir. Deməli, hansı didaktik prinsip pozur? Baxmır ki, uşaq hansı yolu qət etdilər? Uşaq inkişaf olunur, yoxsa yerində sayır? Deməli, hansı didaktik prinsip pozulur? Baxmıram İnkişaf buna, nəzərə yönümlü, almır. inkişaf İnkişaf yönümlü. yönümlülük prinsipini pozur. Bəli, müəllimə. Düzdür. Çox sağ olun. Çox yaxşı. İlk Siz səhvənə sağ görə olun, mükəmməl. çox sağ olun. Gülü Sağ olun müəllimə müəllim. Əliyeva. Gülü müəllimə Əliyeva. Səs açın biraz tez. Aha. Axşamınız xeyir müəllim. Hər vaxtınız xeyirli olsun. Gülü müəllimə, siz mənə deyin. Metodist nə işə baxır? Metodist metodiki rəhbərliyi də bağçada tərbiyəçilərin metodik rəhbərliyi həyata keçirəndir. Ali təhsilli olmalıdır, orta təhsilli. O ali təhsilli müəllim. Ali təhsilli olmalıdır. Xüsusi təhsil müəssisəsi dedikdə, bu müəssisə kimlər üçün nəzərdə tutulur? Sim uşaqlar üçün müəllim. Sinif uşaqları üçün nəzərdə tutulur. Yaxşı. Sonra siz mənə deyin. Zəhmət olmasa, qanun nümayəndələr kimlərdir? Qanun nümayəndələr valideynlərdir, qüyumlardır, evlatlığa götürülənlərdir. Nə olub? Yaxşı. Səslərə zəhmət olmasa, müəllimlər. Aha. Bir də ki, səsim qırıq-qırıq gələndə mənə bildirin ha. Yaxşı, keçən videoya baxıram ki, orada bir ara səsim qırılır. Amma heç deməmisiniz. Yaxşı, sonra siz mənə deyin, hansı bizim didaktik prinsipimizdir ki, tərbiyəçi müəllim deyir ki, ənənəvi təhsil daha effektivdir. Nəinki indiki, belə deyim, interaktiv təlim, uşaq yönümlü təhsil. Yəni, mən ənənəvi təhsili daha üstün bilirəm. Deməli, hansı didaktik prinsip pozmuş olur? Hansı? Gülü müəllimə hara getdi? Səsiniz bağlıdır. Yaxşı, ola bilər ki, nəsə işi var. Sveta müəllimə, siz cavab verin. Axşamınız xeyir müəllimə. Hər vaxtınız xeyirli olsun. Buyurun. Deməli, didaktik prinsiplərdən tələb yönümlülüyü pozur. Ay sağ olun. Nəyə görə tələb yönümlü pozulur? Müəllim, buradayam, mən tələb yönümlülüyü dedim, nəsə səs bağlanmışdı, onun üçün üzr hesab eləyin. Sveta müəllimə sual cavab etdim, sizə qayıdacağam. Sveta müəllimə, Oldu müəllim. nəyə görə tələb yönümlüdür? Ona görə ki, avtoritar müəllimdə köhnə modellə, yəni Sağ olun. Düzdür, yaxşı. Daha sonra siz mənə deyin. Əgər tərbiyəçi müəllim bilmir ki, WhatsApp qrupunda valideynlər necə məlumat ötürsün, PowerPoint-də işləməyi bacarmırsa, video slayd hazırlamağı bilmirsə, daha sonra valideynlərlə sosial platforma üzərindən əlaqə qurmağı bacarmırsa və yaxud ümumiyyətlə telefon işlətmirsə, işlədə bilmirsə, deməli, hansı didaktik prinsip pozulur? yenə də tələb yönümlülüyü pozur müəllimə. Yaxşı. Yeniliklərdən xəbər də, yəni. Düzdür, yaxşı. Bəs əgər ki, tərbiyəçi müəllim uşaqlara mütəmadi olaraq din haqqında məlumat verirsə, hansı didaktik prinsip pozur? Dünyaviliyi pozur. Dünyaviliyi pozur. Uşaqlarda mədəni müxtəlifliyi formalaşdırmayan müəllim hansı didaktik prinsiplərin pozuntusuna gətirib çıxardır? Yenə dünyaviliyi pozur. Bir də Mədəni müxtəlifliyə hörmət, mədəni müxtəliflikdir, bu düzdür. Amma didaktik prinsipdən biri dünyavilikdir. Biri hansıdır? Dedim axı ki, mədəni müxtəliflik 2 didaktik prinsipdə əks olunur. Hansıdır? Azərbaycançılıq müəllim. Xeyr, Şəxsiyyət yönümlülüklə Aha, şəxsiyyət yönümlülük, düzdür. Dayə nə işə baxır? uşaqların demək qulluğuna, bir də nəzarətinə Həyata yerinə keçirir. yetirir. Dayə də mənə məşğələdə kömək etməlidirmi? Məsəl üçün, mən Bəli, rəhbərlik müəllim. edirəm məşğələyə. Ay, sağ olun, Bəli, onu da işə bəli, baxın, müəllim. düzdür. Yaxşı. Daha sonra, uşaqlarda nitq məhdudiyyəti varsa, ləngiməsi varsa, nitq ləngiməsi, korreksiyadan Loqoped. mütəxəssis, ali pedaqoji. Loqoped ali pedaqoji təhsilli olmalıdır. Bəli, bəli, ali təhsil olmalıdır. Ay, sağ olun, mütləq. Məktəbəqədər təhsildə
Dedik 5 əsas yaş qrupu var. Bəs məşğələ müddəti nə qədərdir bu 5 əsas yaş qrupunun? 1-2 yaşda 10 dəqiqə, 2-3 yaşda 15 dəqiqə, 3-4 yaşda 20 dəqiqə, 4-5 yaşda 25 dəqiqə, 5-6 yaşda 30 dəqiqə. Düzdür. Çox sağ olun. Gülü müəllimə, Çox sağ olun müəllimə. Müəllimə işdə. əgər mən proaktiv yanaşmada olan bir müəlliməmsə, tədbirli, konstruktiv müəlliməmsə, hansı didaktik prinsipi reallaşdırıram? İnkişaf yönümlülük müəllimə. İnkişaf yönümlülük olmaz. Tədbirli, konstruktiv bir müəlliməmsə, hansı didaktik prinsipi Nəticə reallaşdırıram? Nəticə yönümlülük. Ay sağ olun. Proaktiv yanaşma necədir? Reaktiv yanaşma necədir? İzah edə bilərsiniz? Reaktiv yanaşmada olan müəllimdə hansı özəllik, xüsusiyyətlər var? Proaktiv yanaşmada olan müəllimdə hansı özəl xüsusiyyətlər var? Hansı olacaq? Proaktiv nəticə yönümlülükdə müəllimə. Proaktiv nəticə yönümlülükdür. Ayqa müəllimə, yazılan müəllimə. Səs açın. Bəli, müəllimə. Məktəbəqədər təhsil müəssisəsi nədir? Məktəbəqədər təhsil müəssisəsi, yəni uşaqların təhsil alması üçün, tərbiyə alması üçün, inkişaf etməsi üçün yaradılmış bir qurumdur. Yəni infrastruktur, maddi-texniki baza, interyer, yəni dizayn, hər bir şey bu müəssisədə dövlətin Bəli. tələbinə uyğun hazırlanır və əslində inkişaf etdirici mühitdir, düzdür? Həm daxili, həm də Bəli. xarici inkişaf etdirici mühitdir ki, Həm də biz də uşaqları xarici inkişaf etdirici mühitdir. Ay sağ olun. Biz də uşaqları intellektual, fiziki və mənəvi cəhətdən o müəssisədə inkişaf elətdirik. Yaxşı, bəs deyə bilərsiniz, özəl müəssisə ilə, yəni xüsusi müəssisə ilə bu məktəbəqədər təhsil müəssisəsi arasındakı fərq nədir? Dövlət müəssisəsində belədir ki, bağçalarda proqram olur, kurikulum proqramı əsasında, yəni Təhsil Nazirliyinin birbaşa qərarı ilə olan proqram əsasında dərslər keçirilir. Bağça sonra fasiləsizdir, yəni orada fasilə olmur, bayramlar xaric. Sonra İlk cəhətlər nədir? necə? Ortaq cəhəti nədir? Bir də bax dövlətdə 2 smendir, amma özəllərdə müəllimələr səhərdən axşama işləyirlər. Bir də mənim sualınız nə oldu? Sualım oldu ki, ortaq cəhətlər nədir özəl təhsil müəssisəsindən, yəni xüsusi? Bir də ki, hansı təhsil müəssisəsindən? Hər ikisinin məqsədi uşaqları tərbiyə eləmək, inkişaf elətdirmək, yəni təhsil vermək. Hər ikisinin məqsədi eynidir, sadəcə fərqli-fərqlidir. Aha. Məsələn, Yaxşı. özəllərdə ingilis dili var, başqa dillər var, amma dövlətdə ancaq rus qrupları var. Başqa fərqli dildə tədris etmək olur. Ümumiyyətlə, tədris dili hansı dildir məktəbəqədər təhsili? Yəni ilk dəfə Azərbaycan dili. ən əsas, ən vacib Azərbaycan. Azərbaycan dilində tədris etməliyik. Sonra uşaqlar mənimsədikdən sonra digər xarici dilləri istifadə etmək olar. Yaxşı, daha sonra siz mənə deyin. Dövlət siyasəti əsas prinsiplərindən neçə yaşına çatmış uşağın məktəbə hazırlığı zəruri və vacib hesab edilir? Yerdən deməyin. 5 yaşına çatmış uşaqlar artıq məktəbə hazırlıq görürlər. 6 yaşından isə məktəbə gedirlər. Ay sağ olun. Bircə saniyə səsləri bağlayıram, siz yenidən açın. İndi açın. Kənardan səs gəlir. Aha. Demək 5 yaşına çatmış uşaqların məktəbə hazırlığı zəruridir. Yaxşı, bəs bağça təhsili könüllüdür yoxsa məcburi? Könüllüdür. Hansı təhsillə hansı təhsil arasında varislik və fasiləsizlik təmin edilməlidir? Varislik və fasiləsizlik təmin edilməlidir. Hansı təhsillə hansı təhsil arasında? Yenə dövlət. Aha. Bağçanı bitirəndən sonra uşaqlar hara gedir? Məktəblə bağça arasında varislik olur. Məktəbə qədərlə. Burada yəni bir varislik olmadı ki, bağçada. Məktəbə qədərlə məktəb. İbtidai təhsil arasında varislik və fasiləsizlik təmin edilməlidir. Məktəbəqədər təhsili bitirəndən sonra uşaqlara hər hansı bir rəsmi sənəd verilir ki, onlar məktəbə keçid etsinlər? Xeyr, hər hansı bir sənəd verilmir. Elə uşaqlar var ki, heç bağçaya getmirlər, onlar da birbaşa məktəbə getməyə icazə var. Yəni məktəbəqədər təhsildə heç bir rəsmi sənəd verilmir. Məktəbəqədər təhsil özü pillədir yoxsa səviyyə? Pillə daha genişdir. Pillə olmasa səviyyə olmaz. Bunu necə əlaqələndirmişsiniz? Məsəl üçün, mən universitetə girməmiş magistr oxuya bilmərəm. Ay sağ olun. Bu müəllimə pillə sayılır. Ay sağ olun, pillədir. Səviyyəsi varmı? Yəni pillə qalsın.
Pillə deyəndə, yəni pillə bilirsiniz nədir? Yəni misal üçün ümumi təhsil pillədir. Səviyyələri varmı? Var. Daha sonra ali təhsil pillədir. Səviyyələri varmı? Var. Peşə təhsili pillədir. Səviyyələri varmı? Var. Kollec təhsili pillədir, amma səviyyəsi yoxdur. Bir onun səviyyəsi yoxdur. Bir də ki, məktəbə qədərin səviyyəsi yoxdur. Yəni bağçanı bitirəndə də uşaqlar misal səviyyəni artıra bilmir, gedib magistr oxusun, misal üçün hər hansı bir başqa yerə keçid etsin. Xeyr, sadəcə başqa pilləyə keçid edir. Bağçanı bitirdim, digər pilləyə keçid edirəm. Hansı pilləyə? Ümumi təhsilə, yəni ibtidai təhsil almağa gedirəm də, digər məktəbə. Kollec təhsili alıram. Kollecin səviyyəsi var, xeyr, yəni mən kolleci bitirəndə maksimum nə edə bilərəm? Yəni təhsilimi daha da artıra bilərəm, ali təhsil ala bilərəm. Bu da ki, səviyyənin artırılması deyil, bu başqa pilləyə keçid etməkdir. Bax, görürsünüz, əvvəl orta təhsilli idimsə, indi də universitetə gedirəm, ali təhsilli oluram. Görürsünüz, digər pilləyə keçid etdim. Amma səviyyə odur ki, misal üçün, mən universitet oxuyuram və indi bağça pilləsindən məktəb pilləsinə keçirəm, məktəb kollec pilləsinə keçirəm, kollecdən də ali. Sonda səviyyə nədir bunların içində? Səviyyələr, misal üçün, bax, məktəbdə nədir? İbtidai təhsil, məktəbə hazırlıqdır, ibtidai təhsildir, ümumi orta təhsildir, tam orta təhsildir. Yəni, misal üçün, belə deyim, 1-dən 4-ə qədər, 5-dən 9-a qədər, 10-dan 11-ə qədər. Bax, bunlar səviyyədir. Amma ümumi təhsil dedikdə sırf məktəb təhsili nəzərdə tutulur. Sırf oradakı o qədəmlər, bunlar səviyyə hesab edilir. Anlayırsınız? İzah edə bildim. Yaxşı. Biz dedik ki, bizim 2 yaş dövrümüz var məktəbə qədərdə. Biri erkən inkişaf, bir də məktəb hazırlıq dövrü və ya böyük inkişaf. İndi siz mən deyin, erkən inkişafda 1-2 yaşdır mənə, 3-6 yaş. hansında aparıcı fəaliyyət əşyavi manipulyativ, hansında aparıcı fəaliyyət oyun fəaliyyəti hesab edilir? 1-3 yaş əşya manipulyativdir, 3-6 yaş oyundur. 1, deməli, 3 yaş əşya manipulyativ, düzdür. 1-6 yaşda nədir? Oyunlar. Düzdür. Yəni yaş dövrlərə böləndə görürsünüz fəaliyyətlər dəyişir. 3-6 yaş, 3-6 yaş. Elə 1-6-da da oyunlardır. Qədər dövrdə də isə aparıcı fəaliyyət nədir? Oyundur. Dövrlərə bölsə, deməli 3-6-da sırf oyun götürürük, 1-3-də əşyavi manipulyativ. Yaxşı. Baxın, ümumi bağçada aparıcı fəaliyyət oyundur. Amma dövrlərə böləndə erkən inkişafda uşaq oyuncağı əşyalara meyl edir daha çox görürsünüz. Nəyə görə? Çünki təcrübəsi də, məlumatı da azdır, onu kəşf etməyə, öyrənməyə çalışır. Yaxşı. Məktəb hazırlıq qrupunda məşğələ müddəti nə qədərdir? Məşğələ müddəti 30 dəqiqədir. Hansı didaktik prinsipdir ki, bu didaktik prinsip əsasında tərbiyəçi müəllim uşaqların inkişafını izləyir. Yəni müşahidə edir, qeydlər aparır, sonra məlumatları valideynlə bölüşür. İnkişaf yönümlülükdə. Tərbiyəçi müəllim əvvəlcədən hədəflərini müəyyən edirsə, hansı didaktik prinsipi reallaşdırır? Hədəfləri müəyyən edirsə, nəticə yönümlülükdə bu. Düzdür, çox sağ olun. Çox sağ olun, çox yaxşı. Əvvəlcədən hazırlanır. Ay sağ olun. Nuray müəllimə İslamova. Salam müəllimə. Salam, hər vaxtınız xeyir. Müəllimlər, çat bölməsində yazın, baxıram, yaxşı? Yəni pasiv oturmayın. Yazın, çat bölməsinə baxıram. Dövlət standartı dedikdə nəyə nəzərdə tutduruq məktəbə qədər təhsil sahəsində? Təhsil alanların bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir. Fərdin, cəmiyyətin, dövlətin dəyişən tələbləri nəzərə almaqla yeni pedaqoji prinsiplər əsasında hazırlanan dövlət siyasətinin həyata keçirilməsinə xidmət edən normalar məzmusu. Ay sağ olun, normalar məzmusu, yeni pedaqoji prinsiplər, bir də ki, fərdin, ailənin, cəmiyyətin, dövlətin tələbləri. Dövlət bizə minimum yoxsa maksimum tələb verir? Saçmaq olmayan. Minimum tələb verir, düzdür. Minimum dedikdə nəyə nəzərdə tuturuq? Minimum tələb nədir? Ən azı bunu yerinə yetirməlisən, yoxsa bunu caz yerinə yetir, bəsindir. Bunu etsən bəsdir. Belə deyil, yoxsa deyir ki, ən azı minimum bunu etməlisən ki, mənim tələbimi reallaşdırasan. Hansıdır sizcə? Minimum, ən az. Ən azı. Bunu mən sizə lap yaxşı mənimsəyəsiniz deyə imtahanla əlaqələndirdim ki, bax görürsünüz 60 ballıq sistemdə sizə deyir ki, istəsən 60 yığ, istəyirsən 35 yığ. İkisində də keçsən, 35-dən az yığdın, kəsilirsən. İzah edə bildim, yəni minimum tələb sizə 35 qoyur ki, ən az 35 yığmalısan ki, sən imtahandan keçmiş sayılasan. Əgər ki 35-dən az yığırsansa, nə olur? Kəsilirsən. Amma bacarırsan 60 yığ, bacarırsan 50 yığ. Bu artıq sənin öz potensialından asılıdır. Hansı didaktik prinsipdir ki, tərbiyəçi müəllim bu didaktik prinsip əsasında deməli özünü inkişaf elətdirir, uşaq psixologiyasına bələd olur, yenilikçi olur və tədqiqatlar aparır. Yenilik nə idi? Yenilik, innovasiya.
Ay, sağ olun. Necə yenilikdən bəhs edirik? Necə yenilikdən bəhs olunur? Müxtəlif təşəbbüs və tədqiqatlar əsasında formalaşan yenilik. Təhsillə bağlı yenilikdən, düzdür? Bəli. Yaxşı, çox sağ olun. Rübabə müəllimə. Mələk müəllimə yəqin ki, sizsiniz də. Bəli. Rübabə müəllimə, siz mənə deyin. Məktəbəqədər təhsil haqqında məlumat əldə etmək istəsəm, Azərbaycan Respublikasının Konstitusiyasının neçənci maddə, neçənci hissə, neçənci bəndinə üz tutmalıyam? 94-cü maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının məktəbəqədər təhsil haqqında qanuna müraciət edildikdə belə deyək, orada məlumat alırıq. Aha, 94.1.1. Düzdür. Məktəbəqədər təhsil nəyə görə ilkin pillə hesab edilir? Çünki uşaqların belə deyək də uyğunlaşması, formalaşması bağçadan başlayır, məktəbəqədər təhsildən başlayır. Uşaqlarda məktəbəqədər təhsildə sosiallaşma tələbatının formalaşdırılması dedikdə nəyə nəzərdə tutulur? Ödənilməsi, formalaşdırılması dedikdə. Vəzifələrindən də məktəbəqədər təhsil. Sosiallaşma? Bəli, sosiallaşma tələbatı. İlk dəfə valideyndən ayrılır, uşaqlarla, başqa bir uşaqlarla əlaqə olur. Yəni, belə deyək də, təklikdən çıxıb, belə deyək, çoxluğa. Yəni, ünsiyyət qurur, yoldaşlarla oynayır, yeni insanlar, yəni, o cür. Yəni, uşaqlarda ünsiyyət bacarıqlarının inkişaf olunması, uşaqların birgə fəaliyyətdə iştirak etməsi, uşaqların əməkdaşlıq etməsi, uşaqların ən vacib ünsiyyət bacarıqlarının inkişaf elətdirilməsi və asosiallığın qarşısının alınması. Yəni, təhlikdə qalsın deyil, əksinə birgə fəaliyyətdə iştirak etsin, düzdür? Böyüklərlə, həmyaşıdlarla ünsiyyət qursun. Onlarla əlaqə, belə deyək, oyuncularla oynamaq, paylaşmaq, hər bir şeydə belə deyək. Yaxşı. Bəs mənə deyə bilərsiniz, sim uşaqlar üçün hansı təhsili təşkil etməliyik? Yəni, əgər qrupumuza, bağçamıza sim uşağı gəlirsə, hansı təhsilin təşkili vacib və zəruri hesab edilir? İnkluziv təhsil, tək şəkildə inkluziv təhsil. Yəni, inkluziv təhsilində qaydasında da elə deyirik ki, sağlamlığından, ən əsas potensial imkanından asılı olmayaraq hər uşaq təhsil almalıdır. Onlara eyni cür yanaşmalıyıq. Yəni, belə deyək də, qayğıya ehtiyacı olsa da, yəni oxuduğu uşaqlarla eyni yanaşmalıyıq. Onları fərqləndirməliyik. Daha doğrusu, eyni təlim şəraiti yaradıb diferensiallığı da nəzərə almaq. Yaxşı, diferensiallıq nə idi? Diferensial fərdi yanaşma deməkdir. Yəni, uşağın hər birinə fərdi yanaşma. Yəni, o uşağın götürmə qabiliyyətindən asılıdır da. Yəni, baxırıq ki, onun bilik səviyyəsinə də belə deyək. Yəni, uşaq nə cür götürür? Məktəbəqədər təhsildə neçə öyrənmə tərzi var? 4. Hansılar? Kinestetik, onu deyirsiniz müəllimə? Bəli. Kinestetik, vizual, audial, bir də oxuyub yazaraq. Müəllimə, şəxsən mən belə deyim də, mən dərsdə, keçdiyimiz dərslərdə oxumaqla yox, qulaq asmaqla yadımda qalır. Deməli? Oxuyanda mən audial. Bəs bağçada uşaqlar oxuyub yazaraq öyrənmə tərzindən istifadə edirmi ki? Yəni, özləri oxusun, konspektləşdirsin, bu cür bacarıq var? Ay, sağ olun. Demək, bağçada hansından istifadə edirik? Vizual, audial, bir də kinestetik. Ay, sağ olun. Ay, sağ olun. Düzdür. Bu arada, baxıram çat bölməsinə. Ara bir müəllimlər xoş sözləri yazır. Çox sağ olun. Bax, burada mən tezcənə üzümdə təbəssüm açır. Çox sağ olun, var olasınız. Deməli, audial-vizual, bir də kinestetikdən istifadə edirik. Rübabə müəllimə dedik ki, siz audial öyrənmə tərzinə məxsussuz. Əgər tərbiyəçi müəllim uşaqların öyrənmə tərzini nəzərə alırsa, yəni dərsi sadəcə nəql etməklə deyil, eyni zamanda vizuallığı təmin edərək, eyni zamanda praktik situasiya yaradaraq təşkil edirsə, hansı didaktik prinsipi reallaşdırır? Çox sağ olun. Uşaqların meyvə marağını nəzərə almaq, uşaqlara uyğun eləməklə uşaq yönümlüdür. Ay, sağ olun. Deməli, uşağın meyl marağını nəzərə almaq. Qərəzli davranmaq hansı didaktik prinsipin pozuntusuna gətirib çıxardır? Qərəzli davranıram. Yəni, eyni təlim şəraiti qurmuram uşaqlar üçün. Daha doğrusu bərabər. Dünyəvliyə, qərəzsiz. Bilmirəm. Baxın, bərabər təlim şəraiti yaratmıram uşaqlar üçün. Bərabər təlim şəraiti yoxdur.
Uşaq yönümlülük. Aysa onu uşaq, əgər ki mən desəm irqinə, dininə, cinsinə görə bu başqa. Bir də var ki, mən uşaqlar üçün bax irq din deyiləndə elə düşünmədən götürürsüz dünyabiliyi. Deməli müəllim mədəni müxtəlifliyə ya özü yiyələnməyib, ya da uşaqlarda formalaşdırmayıb. Bir də şəxsiyyət yönümlü də götürülə bilər situasiyadan asılı olaraq. Amma bir də var ki, mən uşaqlara qərəzli davranıram. Qərəzli davranıramsa, demək uşaq yönümlü yanaşmada deyiləm. Koqnitiv materiallardan istifadə edərkən tərbiyəçi müəllim uşaqlara tapşırıq verir və onları düşünməyə sövq edirsə, hansı didaktik prinsipi reallaşdırır? Ümumiyyətlə dərsdə əyani vəsaitdən istifadə edirsə, hansı didaktik prinsipi reallaşdırır? Əyanilik tələb yönümlülükdür. Evet, şahı bir də zəhmət olmasa deyim. Verim də. Bax, deyirəm ki, tərbiyəçi müəllim əgər ki, nə edir? Bu sualını verdim, sualı mən də unutdum. Dedim ki, əgər tərbiyəçi müəllim uşaqlara didaktik və koqnitiv materiallardan istifadə edirsə, yəni onları düşünməyə sövq edirsə, hansı didaktik prinsipi reallaşdırır? Əgər ki, ümumiyyətlə dərs prosesində vizuallığı təmin etmək üçün əyani vəsaitlərdən, illüstrasiyadır, demonstrasiyalardır, maketlərdir, karikaturdur, digər əyani vəsaitlərdən istifadə edirsə, hansı didaktik prinsip? Burası uşaq yönümlülük. Ay, sağ olun. Bəs digəri? Didaktik koqnitiv materiallar? Tələb yönümlülük. Hansı? Evet. Baxın, didaktik koqnitiv material verirəm ki, uşaqlara, onların nəqli fəallığını təmin edim. İdraki fəallıq hansı didaktik prinsipdə idi? İnkişaf yönümlülük. Aysa, inkişaf yönümlülük. Bəs uşaq mən dediyimi anlamırsa, başa düşmürsə, qavraya bilmirsə, deməli hansı didaktik prinsip onda formalaşmayıb? İnkişaf yönümlülük. Əgər anlamışsın. Xeyr. Bax, dedim ki, şəxsi keyfiyyətlər hansı didaktik prinsipdir? Şəxsiyyət yönümlülük. Aysa, şəxsiyyət yönümlülük. Çox sağ olun. Çox sağ olun, Nuray müəllimə. Uşaqların təlim tərbiyəsi ilə məşğul olan şəxs kimdir? Məktəbə qədər təhsil sahəsində. Uşaqların təlim tərbiyəsi ali ixtisaslı metodistdir. Orta və yaxud da ali ixtisaslı da tərbiyəçi olaraq. Yəni əslində uşağın təlim tərbiyəsi ilə məşğul olan elə tərbiyəçi müəllimdir. Uşaqların qanuni nümayəndələri kimlərdir və nəyə görə onlar qanuni nümayəndə hesab edilir? Yəni uşaqların təmsilçiləri hesab edilir. Nəyə görə? Uşaqların qanuni nümayəndələri valideynlər, evladlığa götürənlər, qəyyumlar hesab edilir. Bir növ uşaqların hüquqlarını, onların belə deyim də, manifələrini qoruyan təmsil edən şəxslərdir bunlar. Kurikulum nədir? Kurikulum həm təlim nəticələri və inkişaf sahələri üzrə məzmun standartları və təlim nəticələrinin qiymətləndirilməsi və monitorların aparılması sistemində belə deyim də özünü əks etdirən konseptual tipli rəsmi dövlət sənədidir. Ay, sağ olun. Rəsmi konseptual dövlət sənədidir. Düzdür. İnteqrasiya nədir? İnteqrativlik nədir? Təşəbbüs tədqiqatı. Xeyr, o innovasiyadır. İnnovasiya. İnteqrasiya, yəni inteqrasiya yenilik demək deyil. Bilirdim, Heç nə olmaz, həyəcanlanırsınız. Yaxşı, keçim onu başqa suala, bunu digər müəllimə cavablayar. Bax, siz mənə deyin, məktəbə qədər təhsilin məzmunu nəyə yönəlikdir? Uşaqda nəyi formalaşdırmaqdır məqsədimiz? Məzmunu? Məktəbə qədər təhsilin məzmunu nəyə yönəlib? Burada əsasən uşağın şəxsiyyətinin formalaşmasına yönəlmiş olur da.